Hər vaxtınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Gəl danış, sosial kriminal layihəniz görüşünüzə gəldi. 070 653 48 69 ixtiyarınızdadır. O cümlədən 012 510 33 99-da qaynar xəttimiz aktivdir. Müraciətlərinizi ünvanlaya bilərsiniz. Təbii ki, deyəcəklərimiz, göstərəcəyimiz məqamlar var. Deməli, demişəm yeri gəlmişkən. Görürsünüz, xəbərim var imiş. Sakit olaq dostlar, sakit olaq. Aha, bir təhər olur. Canlı yayımlarda olur belə hallar. Xoş gəlmişsiniz hər biriniz. Bəli, dünən böyük yüzləşmə baş tutdu burada. Mən eşitdim də dostlar, o birisində zəhmət olmasa. Böyük üzləşmə baş tutdu. Bahar xanımgil buradaydı və çox mühüm məsələlər çıxdı ortaya. Həqiqətən də bir-birinə zid. Əsas da ki, Ləmanın məsələsi açıldı canlı yayımda. Söhbət ikinci həyat yoldaşlarından gedir ki, Ləmanın evi yandıraram, sizi məhv edərəm tipli mesajları ortaya çıxıb. Təsəvvür edin. Yəni hadisədən əvvəl. Üstəgəl, Ləmanın Ruslanın avtomobilinə vurduğu ziyanlar var. Əlinə daşla, konkret olaraq o görüntülər də bizdə var. Götürür maşına necə lazımdır, bahalı avtomobilə bir 10.000 manatlıq bir ziyan vurur. Və Ruslandan soruşduq ki, polisə müraciət edin mi? Dedi, övladlarımın anası olduğu üçün dayandım. Digər bir məsələ isə Ruslanın işlədiyi iş yerinə gəlib hamıdan əvvəl və gözləyin, hamıdan əvvəl gəlib, girib dolabın içinə gizlənib. Ruslan işə gələndə bütün mebelləri iddialara görə darmadağın edib orada. Onda verib yenə də şikayəti geri çəkib. Yeri gəlmişə Bahar xanımgil buradadır, gəlsinlər. Gəlib əyləşsinlər Bahar xanımgil. Gəliblər. Gəlib əyləşsinlər. Yenidən buradadırlar. Eşitək də biz bu eşitmirik axı dostlar hələ. Görək nələr baş verir. Necə? Günah keçisi Ləman oldu. Yox, günah keçisi nəyi? Yox, bilinmir. Yəni bu yazılan mesajlar üzərində indi Sabirabad hüquq mühafizə orqanları addım atmalıdır ki, çünki efirdən sonra bilirsiniz də Sabirabad Fövqəladə Hallar Nazirliyi çağırdılar və yenidən cinayət işi açıblar bu evin yanması ilə bağlı. Yenidən hər iki ailəni dəvət ediblər Vaqif müəllim. Maraqlı məsələ odur ki, bu iddialara, mesajlara baxıla bilərmi bir cinayət işi açılmasında Ləmanın bu təhdidləri, onun avtomobilə vurduğu ziyan evin yanında, sonra evi yandıraram kimi cümlələrinə baxıla bilərmi? Baxıla bilərmi? Yox, baxılmalıdır. Cinayət işinin tədqiqatı belədir ki, qanunun tələbinə görə tam və hər tərəfli araşdırılmalıdır. Bunu qanun tələb edir. Tam və hər tərəfli araşdırma deyəndə bütün versiyalardan söhbət gedir. İndi sizin verilişdə, hörmətli Amil müəllim, bu açılan versiyalardır. Ola bilsin ki, bu tədqiqatın, müstəntiqin, digər şəxslərin fikrinə, ağlına gəlməyən bir hallardır ki, burada açılır, ictimailəşdirilir və o halları təhqiqatçı mütləq araşdıracaq, izahatlar, suallar qoyulub, o barədə izahatlar alınacaq və müəyyən hüquqi nəticələr çıxaracaqlar. Gəlsinlər, gəlib əyləşsinlər və Bahar xanım bilmirəm, yenə də çıxacaq, yoxsa orada oturacaq. Dünəndən tamaşaçılarımız biz Bahar xanımı görək deyir, amma Bahar xanım hələ də Ruslan icazə ver gəlib əyləşsin. Hə Bahar xanım? Gəl yanımda əyləş, ikimiz əyləşək. Hə? Görünmək istəmirsən? İndi baxın Amil müəllim, kiminsə nə vaxtsa hansısa bir cinayəti törətməsi, indi o deyirlər ki, avtomobili zədələdi, bu özdə bir cinayətdir, bəli cinayət xarakterli, yəni əmlak ziyanı vurubdur da, əmlakına ziyan vurubdur. İndi bu ehtimallardır, yəni biz bunun meyilliliyini müəyyən edirik ki, burada bu adam bu işə meyillidir və bunlara qarşı istənilən hərəkətləri törədilə bilər. Amma biz buna əsaslanıb deyə bilmərik ki, məhz bu yanğını o törədibdir. Ona görə də o hal ətraflı araşdırılmalıdır və bu ortaya çıxan şübhələr çox ciddi şübhələrdir, mən belə hesab edirəm. Çox. Yenə də deyirəm, mesajlara baxdım. Ruslana təhdid mesajları gəlib. Ola bilər ki, qorxutmaq məqsədi ilə kimsə də bunu eləyə bilər. Ən əsası isə müstəntiqin deməyə ki, yəni iddialar Qorxmaz bəydəndir. Deyib ki, burada bir qəsd var.
Biz belə düşünürük. Amma 10 ay ərzində hələ də iş Sabirabad prokurorluğuna gedib çıxmamışdı. İnşallah ki, Fövqəladə Allah Nazirliyi ilə bizimlə əlaqə qurdular və məsələnin nömrələri yenidən istədilər baş idarədən. Təbii ki, onların özlərində də var idi, sadəcə bizə məlumat vermək üçün. Hər halda, amma Bahar xanım da öz timsalında deyir ki, mən də şübhələnirəm Ləmandan. Dünən dedi. Kim kimlə dalaşanda deyir ki, can qurban olaram, amma səndən dalaşıram. Tabii ki, deyir ki, evin dağıdaram, eşiğin dağıdaram, saçını yolaram, öldürərəm səni. Amma avtomobilə olunan, işə olunan ziyan. Avtomobilə olub da, o əri olub onun. Mən demirəm, mən o qızı tanımıram, heç onun tərəfini də saxlamıram. Mən ümumi danışıram ki, yəni heç kəslə dalaşanda demir ki, bugünə qədər ki, səni çox istəyirəm, amma səndən dalaşıram. Sadəcə onun bir kəlməsindən tutub demək ki, Ləman o boyda faciəni törədib. Yəni, heç kim demədi törədib, şübhələnirik dedi. Bahar xanım da dedi. Dünənə kimi Ruslanın üzərində qaldığı halda bu cümlə, onda başqa cür danışırdı. Yox, Bahar xanım yox, Ruslanın anası. Ruslanın anası da Bahar xanım, düzdürmü? Ruslanın üzərində qaldıqda bu söz, bunlar belə danışmırdı. Təzədən Ləman ortalığa çıxandan sonra Ləman bir kəlmə söz dedi, yapışdı. Hə, artıq mən şübhələnirəm. Bir kəlmə, yox. Onu biz dünə oxuduq burada. Yəni dünənə kimi Ruslan idi bu məsələdə. Deyirdi, hansı qəsdən danışırsınız siz? Mümkün olan bir şey deyil. Artıq Ləman adı hallarından sonra şübhələnməyə başladı Bahar xanım. Niyə onda biz də Ruslandan şübhələnək? Normaldır. Onda bu kişi Ruslandan şübhələnirdi. Normaldır onun şübhələnməyi. Hər bir halda bu hallar Fatma xanım şübhələnməyə əsas verən hallardır. Həqiqətən də o hallar biz nə deyirik? Biz deyirik ki, biz demirik ki, o cinayətkardır. Siz bunlar elə bilir adi halda. Deyirəm sizə ki, ikinci versiyada, indi qoşacağım Ləmanı da. Adam gedir Ruslanın işlədiyi bizim ev mebel şəhərcinə. Orada öz otağına daxil olur, gizlənir dolabın içində. Ta ki Ruslan gələnə kimi. Ruslan gələndə dolabdan çıxır. Orada nə qədər satdıq mebelləri var da, satdıqdır da onlar. Satdıq mebellərin hər birinə ziyan vurur. Yəni siz bilirsiniz bu nə deməkdir? Anladım. Onu vurdu, ziyan vurdu. Amma o demək deyil ki, o getdi oranı yandırdı, qadın xeylan. İddiadır. Mesajda səhv yazıb ki, 2 dəfə yazıb yandırmağına bağlı. Ben deyib ki, uzağı mən həbs olunaram. Bəli. Adam həbs olunmağı belə gözünün özünü alır və bunu yazırdı Fatma xanım. Amma burada bir başqa Biz məsələ var. demirik 100% o eləyib. Biz demirik, Vaqif mənim qeyd elədi. Amma versiyalardan biri kimi ola bilər o düşünüb ki, həmən gün Ruslan gəlib kəndə, həmən gecə o evdə qalır. Elə Ruslana ziyan yetirmək üçün o işi görüb. Məsəl üçün versiya olaraq. Ruslan da təzə gedib ha kəndə. Baxın, dünənə kimi söhbət Ruslanın üzərində idi. Onlar telefonlarımıza çox qoşulmurdu. Yenə Ruslanda da baxın. Başa düşün, bir Ləman söhbət var deyən artıq rahat oturublar ki, Ləman bu bir dənə çıxdı da orada. Mən sizə müəyyən mənada belə deyək də haqq qazandırıram. Niyə? Bax, hesab eləyək ki, bu qadın, keçmiş həyat yoldaşı gəlibdir Ruslana ziyan vurmağa, qardaşına yox da, gəlib bu evə. Niyə onun yatdığı otağı yandırmır? Bunun yatdığı qardaşı, bunun qardaşı ilə nə ədavəti var axırı? Bax, bu məsələ də var. O əgər istəsəydi ki, o xanım istəsəydi ki, gəlib, məhz o xanım bu adama ziyan vursun, maşınına ziyan vurub, mebelinə ziyan vurub, özünə ziyan vurub, bu dəfə də gedərdi, həmin otağı yandırardı. Burada, yəni mən demirəm şübhə yoxdur, şübhə var, araşdırılmalıdır, amma bu da nəzərə alınmalıdır ki, niyə onun özünə zərər vurmur, qardaşının ailəsinə zərər vurur. Bundan başqa, mən indi çox nadir hallarda imkan tapıb bura gəlirəm. Siz hal-hazırda harada yaşayırsınız? Hə. Sabirabad. Yox, hansı evdə? Təzə ev tikiblər. Təzə, ondan əvvəl eviniz var idi? Yandı da. Başqa bir eviniz yox idi da? Yox idi. O çəkilişdə mən gördüm, alovlanır ev. O çəkiliş, bax o çəkiliş hansı saatlardadır? Gecə 2-3 olar da bu görüntülər. 3-4 radələr. Kim çəkib onu? Qonşular. Qonşular çəkiblər. Bax sənin oyanmağınla o qonşuya deyirsən qaçdım. Bu çəkiliş arasında nə qədər təqribən vaxt keçdi? Təxminən deyir 20 dəqiqə. Cəmi 20 dəqiqə. Yox, biz görürük ki, çox ciddi yanır orada. Yox, əməlli başlı. Mən bir şey deyim də, mən niyə deyirəm ki, yəni Ləmanı da tanımıram, bu yoldaşı da tanımıram. Bunlar dönənə kimi deyirdilər ki, qaynana hətta telefonda dedi ki, gəlinim huşsuz idi, qazın üstündə nə bilim nəyisə qoyurdu gedir. Yox, nəyisə üstündə nəyisə qoyur gedir, yadından. Demişsiniz o sözü?
Yox, mən görün nə deyirəm də. Yəni bu sözü demisiniz də, qoyur, gedir, yadından çıxır filan. Əgər bugün Ruslan desəydi ki, bir dəqiqə Bahar xanım. Əgər bu gün Ruslan yenə desəydi ki, yox, o dərəcədə onu eləməz. İndi söz tanıyırdı, arvadını bizdən yaxşı tanımır ki. Öz fikirlərində qalsaydılar ki, biz bilmirik hardandır yanğın, bəlkə də bir təhlükəsizlik olub, nəsə olub. Amma bugün Ləmanın adı çəkilən kimi tez sevincək oldular. Aha, bir nəfər var. Sevincək niyə oldular? Oldular sevincək. Çünki Ruslan üzərindən o getdi. Yox, getmir. Hələ Ruslanla bağlı iddialar var. Yeri gəlsə, mən indi bir qısa ara verəcəm. Biraz səbirli olun. Dünən Ruslan buradan bura, məsələn, məni bir də Allah'tı. İndi onu özlüyündə açıqlama verir. Deyir, qardaşımla mehriban olmuşuq, mesajları skrin eləyib sizə atmışam. Sonra da qayıdır, deyir ki, telefonum yanıb, telefonumu çıxarda bilmədim. Məsələn də indi biz belə başa düşdük də, buradaydıq dünən, gördük. Yo, bildim, verəcəm söz. Yəni, bir-birinə absurd açıqlamalar var. Telefonun yanıbsa bu mesajları sən necə ata bildin? Sonra da açıqlama verir ki, bacıma göndərmişdim. Niyə göndərmişdim bacına? Amil bəy, orada indi ona kömək eləmirəm ha. WhatsAppda belə bir funksiya var, Amil bəy. Yo, o geri qayıtmaq o söhbəti çətin məsələdir. Bir qısa ara verək. Siz necədir? Nə olur olsun. Verək, orada qardaşı var idi, qardaşın balaları özünü atmalıydı. Sonra reklamlardan qaydaq. Halda bir daha xatırladaq, bu arada Bakıda 5 yaşlı uşaq qonaq getdi. İmkan verəcəksinizsə biz efirimizə davam edək də, imkan varsa. 5 yaşlı uşaq qonaq getdiyi evdə 12-ci mərtəbədən yıxılıb ölüb. Bina evlərində bu təhlükə həqiqətən də artır, diqqətli olmaq lazımdır. Özdə ki, qoymurlardakı bir məhəccər qoyasan da, yəni bir dəmir barmaqlıq kimi bir nəsə eləyəsən ki, bu təhlükə azalsın. Deyəndə olursa bir 10 mindən, 20 mindən dəm vururlar ya da olmaz. Binanın görünüşünə xələl gətirir deyə bir xırdalanda olar. Heç yazıq Azəri qazı qalablar əndə naçar. Xırdalanda hər şey mümkündür, başqa yerdə bilmirəm. Rahatdır yaşamaq yəni. Yüngülü var. Xırdalanın tıxacıdakı dəhşətdir də. Yəni Xırdalanın tıxacı saat 5-dən sonra orada nə əziyyətlər çəkirlər və binalar da tikilə-tikilə gedir. Binalar da tikilə-tikilə gedir. Polisin böyründə 12-dən ağac bir getdi işinə təzələcək. Polislə üzbəyiz. O sizin tanışınız var, açıb orada, logoped. Onun düz deyərik biz onu yaşıllaşdırmaya deyərik. Mərkəzin yanında. Elə bilsən yaşıllaşdırmada işləyirsən, nə yaman ağaçları? Ağır müəllim yaxşıdır, təbiəti qorumaqda doğrudan da Ağır müəllim çox böyük rol var. Sən bina tikəsən, pul qazanarsan, burada şam ağacları, illərlə böyüyən şam ağacı gelməlidir şimdi. Deməli, Biləcəriyə düşəndə də, bilirsiniz də, sağda bir meşəlik bir ərazi var. Abşeron rayonu sanki Bambeydir. Meşəlik ərazi var, Biləcəriyə düşən yerdə. Hər dəfə oradan keçəndə görürəm ki, seyrəlir. Günü-gündən seyrəlir o ağaclar. Və quruyur, yıxılır, dağılır. Yəni bunun da qabağını almaq lazımdır. Bax belə. Bir də deyim, bir karamel günlərin bir günü gedəcək o dünyasına qovuşacaq. Yox, ağac. Abi ya bu deyirəm ki, parka gitsə hava almağa, qəlyanın iyindən orada şaftalı dəyib moruğa, moruq dəyib o birinə, elə bir kimsə qəlyanxanaya, o boyda parkda. Aqil müəllim, ulu öndərimiz demişdi ki, bir ağacı kəsəndə elə bil mənim qolumu kəsirlər. Elə bu millət bunu yadında niyə saxlamır? Və böyük sərt cəzaları var ha. Sizə deyim ki, ağaca toxunmaq, kəsmək, yəni kimdəsə varsa, məmurlar ona. Baxın, kimdəsə varsa çəkib göndərsinlər bizə. Bizdə dəfələrlə cinayət işləri olubdur. Qəbələdə, Oğuzda, Şəkidə, meşələrdən ağac kəsiblər bir ağaca görə adamı cinayət məsuliyyətinə cəlb edir. Bakının ortasında cəlb eləmirlər. Yox, eləyirlər, şikayət olunmalıdır. Eləyək. Şikayət edim Amil bəy. Dedi ki 10 ağacda kəsə eyni cərimədir, bir ağaca eyni cərimədir. Onu gələcəkdə qanundan eləyərlər. Kimi cəriməliyirlər? Məsələn, kökü burada. Qanundan edərlər inşallah. Davam eləyək. 070 653 48 69 da ixtiyarınızdadır. Amma bölgələr var ki, cəmaət öz çıxarışı olan həyətində ağacını buduyur, kəsir. Ona da gəlib qarşılar olmaz. Öz həyətində olan bir şeyə dəyib, yəni sizə heç kəs cərimə yaza bilməz. Çıxarışdan gedir söhbət. Bəli, Sabirabadda bir yanğın hadisəsi baş verir ki, bu yanğın hadisəsində 4 nəfər dünyasını dəyişir. Hər iki ailə studiyamızdadır. Qorxmaz Bəygil iddia edir ki, bu qəsdən olub. 10 aydan çox idi ki, ekspertiza rəyi falan yox idi ortada.
filan yox idi ortada və indi artıq Allah'a şükür ki, yenidən cinayət işinin açıldığını dedilər ötən gün. O cümlədən dünən də Bahar xanımgilin açıqlamaları doğrudan da bizi çox düşündürür. Yəni iddialardan biri də odur ki, bu evi qəsdən yandırıblar. Yəni qəsdən yandırılıbsa belə, amma nəzərə alaq ki, ev təmirli ev idi, yay ayı idi, deyək ki, orada bir soba olub, olmayıb. Kondisioner olubmu otaqda? Bəli, olub. Kondisioner otaqda olub. Nə deyirlər belə? Nə düşünürsən Ruslan? Nədən yana bilərdi? Bir də Ruslan cavab verməmiş, ürəyimdə partiyar o sözüm deyim. Bax, mənim öldüyüm oydu. Qorxmaz bəy dünəndən neçə vaxtdır deyir ki, burada qəsd var. Bahar xanım deyir, qəsd yoxdur. Qəsd yoxdur. Ancaq Lamiyə söhbəti çıxandan sonra ortalığa, Lamiyə söhbəti çıxandan sonra artıq qəsdə çevrilir. Vəkil deyil. Amil mənim yadınızdadırsa, bir dəqiqə, yadınızdadırsa, Burada evimiz yanıbsa biz o acını yaşayırıq. Bizim içimiz yanır. Bizim ailəmizdən 4 can gedib. Yəni bu bizim için çox ağır bir faciədir. Yəni biz bugünkü gündə biz onun acısını yaşayırıqsa biz bura mübahisəyə gəlməmişik. Bu sözü deyən oğlan. Bir dəqiqə yerdən danışma bir zəhmət olmasa. 11 ayda gəlməmsən. Bəli. Mən bir ayda buradayam, evimdən çıxmışam. Sən nə iş gəlməmsən? Deyirəm. Niyə gəlməmsən? Yox, Sən zəhmət kömək eləydin, olmasa, nə çıxırdın, zəhmət Amil olmasa. müəllimlə xahiş eləydik, açıqlandıraydı. Allah kömək olsun, balasını sağlasın. Zəhmət olmasa Onun sayəsində açılır. yox, bir dəqiqə üzr istəyirəm. Zəhmət olmasa bir dəqiqə üzr istəyirəm. Bir aydır bura gəlməmişik deyirsiniz. İndi hərənin bir cür problemləri var. Mən bu barədə bundan böyük probleminiz ola bilməzdi sizin. Bəli, üzr Mən üçün istəyirəm. bundan böyük Bir-birimizi problem yoxdur. ardıcıllıqla dinləyək. Mən ən Xahiş böyük edirəm. problemim budur. Bəli. Bu barədə rəsmi açıqlama deyərkən, yəni biz bu barədə müəyyən qurumlara, üst təntiqlərə, prokurorluğa hamısına vermişik və bu iş hal-hazırda araşdırılır və araşdırılır. Və bizə yeri gələndə telefon vasitəsilə, yəni biz gələ bilməmizin səbəbləri var. Gələ bilməmişik. Amma telefonda deymişik bunları. Ruslan, buyurun. Sonuncu dəfə mərhum qardaşınla bu yanğına qədər sonuncu dəfə nə vaxt danışmısan? Sonuncu dəfə elə axşam saat 9-10 radələrində ki, qaqa gəlirəm kəndə, gecə. Yanğın baş verən günü. Yanğın baş verən günü. Və sən demədin 2 gün idi oradaydın? Yox, kim oradaydı 2 gün? Sən həmin günü gəlmişdin. Mən elə həmin günü saat 9-10 iradələrində gəlmişəm, işdən çıxmışam. Gecə ilə gəlmişəm ki, gəlim orada qardaşıma sabahları piçinə çıxacaq, kömək eləmək üçün. Gecə ilə gəlmişəm. Kimsə bu yalan iddialar. Gələndən sonra gecə gəlmişsən, görüşmüsən qardaşının əyani. Görüşmüşəm, yemişik, içmişik, qız 4 cür yemək pişirib, balıq qızartmışdı, plov pişirmişdi. Nə olsun indi dedi də, nə var burada? Nə dəxli var biz gəlim demirik, bizim üçün o, bizim mənim qızım idi o. Söhbətiniz nədən? Nə balam idi o. O gəlib görüşdüysə, yediniz, içdiniz, Allah. Biz özgəlik münasibəti yaşatmırıq ki, gəlin deyək. Buyurun. Söhbətiniz nə barədə idi axşam? Axşam bizim söhbətimiz nə barədə idi? Elə özümüz üçün semenli oturmuşduq, ailəvi deyib, gülüb, zarafat eləmişdik. Mübahisə düşdü. Qətiyyən, qətiyyən. Mən ömrü boyu öz qardaşımla, o mənim arxa dayağım idi. O mənim ən çox sevdiyim qardaşım idi. Onunla mən ömrü boyu özümü tanıyanda, şuurumu hiss eləyəndə mən o adamdan bir dəfə olsun... Oldu da, oldu. Bəli. Sonuncu dəfə, bax, indi hamı mübahisə eləyir, qardaşı ilə, adamlar o atası ilə, anası ilə. Sonuncu dəfə nə vaxt mübahisəniz olubdur? Heç mənim axlımda deyil o. Yəni mənim axlımda deyil. Mən sonuncu dəfə axlımda deyil. Yəni ola bilər körpə uşaq vaxtı 13 yaşında, 12 yaşında, bəlkə də olub tel-təkər üstündə zat belə falan, amma biz özümüzü tanıyanda mübahisəmiz əsla olmuyor. O söhbət gedir ki, deyirlər ki, siz dava-dalaş eləmişsiniz. Bəli. O deyirlər, hamısı yalan bazalardan gələn ifadələrdir. Elə mənim bura gəlməyimin səbəbi elə odur ki, mən bura mənim işimi araşdıran var. Mən bura gəlmişəm ki, yalan iddiaları mən burada təcrübə hissiylə praktik onları ispat eləmək. Ay Ruslan, bu xalqın məhkəməsidir. Bildikdə o araşdırır. Mənim də bir sözüm var. Bax, sizin eviniz yanan günü siz Ləmanla telefonla danışmışsınız gecə. Kim danışır? Xanım, siz dediniz də bunu ki, Ləmanla siz... Xanım, siz bir dəqiqədə, sizə o qədər, bax, anasız, mən də anayam, amma sizə o qədər əsəbiyəm ki, niyəsini deyim, keçən dəfə telefonla danışanda, elə bil ki, o 4 bala sənin canından deyil. Mikrofona. Elə bir canından getməyibdi, o qədər belə rahat danışırsınız ki, mən yad olan belə çoxuna... Əksinə rahat Bir dəqiqə, Ləmanla sənin şəxsi, bax... Bir dəqiqə. Ay bala, mikrofonu tut ora. Yana bilməz.
Heç kim mənə qədər yana bilməz. Den. Heç kim. Bax indi onun bir körpəsi qalıb. O körpə kimdədir? Verirlər, bunlar vermir mən. Siz verin o Onun körpə mübahisəsi onda qalsın da. O sürdürürlər. körpə onda daha rahat olar. O körpə siz olsaydı Nəvələrini saxlayanmadım. Onu necə saxlayacaqsan? O körpə Danışmayın, siz haqsız danışmayın. Allah'ın işidir. Bir. O körpə Allah'ın onlarda işidir. olsaydı. Siz elə danışmayın. Siz Allah olmasaydı o hardaydı? kun və yakun. Allah ol desə olur. O hardaydı? Nerede o uşaq onlarda qalsın. Ona görə ona ruhu Yaxşı incəlmir. ki orada qalıb ki yanmayıb da uşaq. Sənin evində olsa o da yanardı. Yox, mən özüm saxlayacağam ki, mən niyə görə saxlayacağam? Narahat Mən olma, bir narahat görün olma. danışaq da. Sen etibarsız İmkan verin insansan, danışaq da. məsuliyyətsiz Sən insansın istəmirəm siz. bəzən. Siz İmkan verin də, nə 4 olar ki, tane danışaq. uşaqdan Oy bir desin. dənəsi xilas elə bilməmsiniz. Başınız, danışsın. sizin başınızın küldülməyib. Açın oğlu. Mən Sabahları sən Mən- evə mən 10 dəqiqəlik 54 alıb yaşım sürətli var. yansaydı. Mən- İndi mən çölə 5 dənə təkər atacağam. Deyəcəm gir o odun içinə görüm girə biləcəksən. Mən İndi girərəm. gedib yandıracam. Mən onu. canım, O mən sahədə verərəm. mütəxəssissən demək. Haqsız danışırsan. Bazasız danışırsan. Yalan məlumatlar yayırsan. Mən 54 yaşım var. Sən Yalan danışırsan, məlumatlar yayırsan yalandan. Mən Və hələ buna görə qonşumun ağır ölü yansa, cinayətlər üzrə qonşumun. yalan məlumat Mən yaydığına canım görə çıxar, mən sən özüm oratıram. məsuliyyətə cəlb olunursan. Gözəl qardaş, bu budur. Biz Azərbaycan kişisiyik. Sən Azərbaycan kişisisən, Biz başa düşdük Azərbaycan biz Azərbaycan kişisiyik, kişi. biz. Söhbət Azərbaycan Biz can kişisindən olub yandırmalıyıq. olmadığından getmir. Mən Söhbət qardaşımın reallığı balası. danışmaqdan gedir. Mən 10 qardaşımın ay bundan balası qabaq. orada yansın. Bir dəqiqə. Sən anamın Emosiya başını qapanma, əsəbləşmə, sakit ol, təmkinli ol. Hansı məntiqə uyğun Bəli. danışırsan qardaşım? Hansı Yox. məntiqə uyğun danışırsan Hansı sən? məntiqə uyğun danışırsan? Hə, sən canı qorumusan, sən başın tükü Yox, itilməyib. yox, mən- 3 dənə fövqəladə işçi xəsarət alıb. Bir dənə Qardaşım verin, sən, getirəm, mən onu göstərdim sən orada. Bir dənə qardaşı verin. o. Sən Bir dənə qardaşın verin, mən bağlarını göstərdim. nə kimi Baxın, eləmsən? Qorxmaz bəy. Nə Yox, kimi bir eləmsən? dənə Başına verin, dönüm Zəhmət deyil. Sakit. Sən uşaq götürüb uşaqla dolanmaq üçündür sənin fikrin. Uşağı mən vermirsən bir kərəm gətirəm həyatımda saxlayam. Bir də. Sakit. Sakit ol. Mən hay Allah bunlar nə yalan danışır. Sakit ol. Sakit. Ayıb olsun Bahar sənin üçün xanım, az Bahar yalan xanım, danışma. sakit az, olaq. az Sakit olaq. Çox Yalan sakit. danışma. Sakit olaq. Sakit olaq. Ruslan, verəcəm Bahar xanım, sənə geniş söz verəcəm. Yox, bir dəqiqə sual verəcəm sonra. Geniş söz verəcəm, sənə söz verirəm. Ruslan, psixoloji durumun nə yerdədir? Kimin? Sənin. Mənim psixoloji durumum çox əla vəziyyətdədir. Hətta məni belə deyək də, o həmin o Ləman, həmin Mən o sual Ləman verirəm, yaxşıdırmı? çox gözəl vəziyyətdədir. Yoxlatdıra da bilərsən. Sən 5-ci mərtəbənin başına qalxmısanmı müəyyən addım üçün? Yox, mən niyə qalxmalıyam ki 5-ci mərtəbənin başına? Nəsə bir hərəkət eləmək istəməmsən? Xeyr, elə bir şey əsla və əsla. Elə bir şey. Görürsüz, bax ona görə bura gəlmişəm ki, mən bu yalan iddiaları isbat eləmək üçün. İsbat yox, sübut. O eşitmisiniz belə bir söhbət? Bəli, Qoy görüm. 5 mərtəbədən yıxılıb. Rusiyada. Rusiyada. Bir dəqiqə. Koma vəziyyətində Bir qalıb. dəqiqə. Yıxılıb yoxsa özü yıxıb özünü? Vallahi o bilmirəm, bir yalan dəqiqə. deyirəm. Qəza ola bilər də. Əmsi bu. iqrar, yox, bir dəqiqə. əmsi iqrar, o köməkli gedib, onun müalicəsində o ayıldıb, Azərbaycana göndərib. Hə, yəni Lava. deyirsən psixologiyası ona görə Lava. ola bilər. Bəli. İndi burada bizim gözəl həkimlərimiz var. Gedə bir dənə, bizi bir dənə yoxlatdıraq. Nə var ki burada? Alaq, gedək alaq rəyimizi, Hər bir dənə halda bir yoxlatdıraq, hadisə analiz olar. verək. Nə problem var ki burada? Ruslan, Buyurun. hər kəsin başına hadisə gələ Bəli, bilər. əlbəttə Hər kəs ki. də yıxıla da bilər. Bu sağala da müzakirə bilər. mənim ev yanğımın müzakirəsi söhbət- deyil. Bunlar artıq Bunun bura- qıraqdan olunan müzakirələrdir. Şəxsi Bir məlumatlardır. dəqiqə, Bu bir şəxsi dəqiqə, məlumatları paylaşmaq düzgün deyil yəni. Ruslanın Rusiyada Qanuna görə. yıxılmağının bura aidiyyatı olmamalıdır. Bu müzakirə Şeyinlə mənim bəlkə yıxılıb binaya başına çıxdım. Nə travma aidiyyəti var alıb, bu zərbə mövzuya? alıb. Xahiş edirəm öz mövzumuza qayıdaq. Mən şəxsən alqışlayıram hər iki tərəfi ki, hər iki tərəf Bəli. əgər saf niyyətləndirsə uşağı saxlamaq istəyir. Bunlar istəyir, onlar Ha. vermir. Siz də istəyirsiniz, siz də istəyirsiniz. Hörmətli- Uşağı bir dəqiqə. Deyil. Bu amma yadda saxlayın. Mübahisə var arazda. Bir dəqiqədə axın. Çox gözəl də, çox gözəl. Arazda mübahisə var. Uşağı saxlamağa görə. Bu mübahisəni hər bir halda yekun nəticəyə məhkəmə gələcək. Məhkəmə həll edəcək. Təbii ki, ona uşaq görə heç kimdə mən bunu qalsın? burada müzakirə Amma eləmirəm. bu Gələk bu günlərim cinayətə. Sadəcə mən sizin o Ləman mövzusuna Qaydaq qayıdmaq. cinayətə. Qaydaq cinayətə. Cinayət barədə. Bəli, Bir tamamilə dəqiqə. doğrudur. Mən şəxsən bu danışıqlara bir hüquqşünas kimi öz fikrimi bildirmək istəyirəm yekun olaraq. Niyə yekun hələ 2 saat Yekun yox. buradayıq? Yox, öz Yəni fikrim ümumi olaraq. hazırki vaxtda mən fikirləşirəm ki, bu Ruslan
əgər qardaşına hər hansı bir xəta yetirmək istəsəydi, onu kənarda da eləyə bilərdi. O vacib deyildi ki, Estağfurullah, evi estağfurullah. yandırıb, bütün ailəni məhv eləyərək, o niyyətlə ki, qardaşlar O Ruslan Bakıda işləyirdi. Allah'a şükür 700 kvadratlıq Şəxsən mən mağazini var idi. inanmıram ki, bu Günə şəxs- nə qədər pul qazanırdı. Ruslanın kənd İcazə təsərrüfatında 2 ton, 3 ton taxıl satan İcazə qardaşla nə iş verəcəksən. ola bilər? Şəxsən mən inanmıram ki, bu şəxs qardaşına hər hansı bir xəta yetirməklə, belə öldürmək deyək istədi, gəldi, bütün ailəni yandırdı. Və onun başqa bir evi də dediklərinə görə olmayıbdı ki, bu ev Yaşlıdır, olmasın, 70 başqa bir yaşına başa düşmək olsun. olar. O evdə gedib yaşayarıq. Mən fikirləşmirəm, şəxsən mənim fikrim budur. Aydındır, buyurun. Mənim deyiləcək, Ruslan, sən Ləmandan evladın var. Bəli. 2 evladı var. 2 evladım var. Elə yaxşı olar ki, xala götürsün o evladları saxlasın Yox, deyə. bax bir dənə Boşandı üzr baxın. istəyirəm. Nə mən olsun sizdən. boşaltı? Bu da Gəl onlar- rəhmətə gedib də. Nə yaxşı olur, rəhmətə gedən uşaq üçün Yo, 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 mübarizə yo, üzr aparırlar. istəyirəm. Amma sən özünün Bax 2 bir dənə evladın üzr var. istəyirəm. Buyur. Çünki mən rəsmi qaydada onunla evlənmişəm, rəsmi qaydada boşanmışam. Bu mövzu bitib. Bu Və dedi mənim ki, ailə Bahar məsələmdir. xanım Mən icazə şəxsi vermədi məlumatlandırım. rəsmi nikahımız olsun. Sadəcə ev yoxdur. Bunu bir dəfə burada paylaşdım. O mən ondan ayrılmışam və mən o mənə təhdidlər, mesajlarına görə mən onu ilk gündən rəsmi qaydada bizi müstəntiq çağıranda mən ifadələrimdə vermişəm. Onun adını yazmışam. Şübhə doğuran sözlər demişəm. Fatma xanım mənə bu günlər burada deyir ki, niyə Ləmanın dünənlər adı çəkilib? Heç Ləmanın adı çəkilmir. Çünki Ləmanın adı zaten ilk gündən çəkilib. İfadələrimdə çəkilib mənə verdiyi təhdid mesajlar, maşınımı sındırdığı, mebellərimi sındırdığı barədə bütün ifadələrim müstəntiqdə var. Bu günləri o telefonla vasitəsilə gəlib, telefonla vasitəsilə yanında bir dənə hüquqşünas tutub, onun danışığı ilə gəlib burada bizi bu günləri telefon vasitəsilə bizim üstümüzə yalan və böhtan atdığı üçün, yəni 11 milyon əhalinin qarşısında o cür danışdığı üçün mən də bu günləri onu danışıram. Sizə Bu da mən bir mənim sual haqqımdır. verəcəm. Siz hadisə axşamı Ləmanla telefonda danışmısınız? Əsla, mən Yəni, onunla onu boşandığım çıxarda günündən bilərsə- bura, Qoy desin, mən sual verdin, qoy cavabı Deyir versin. ki, yoxdur. Qoy görə onunla boşandığım mən onunla ümumiyyətlə boşandığım günündən bura, o mənim başıma çox oyunlar açdı. Kənddə gəldi məni biabır elədi. Mağazində məni biabır elədi. Ona görə mən onunla əlaqəni tərtəmiz kəsdim. Mən ona bu günləri yaxın duran kimi o yenə də qaçıb gələcək başqa Yəni problemlər burada mən yaşatmağa. düşünürəm ki, sizin Mən o- özünüzün evladlarınız var, anasının yanındadır. Bəli. O uşağa siz sahib deyil, elə o uşağa anasının, nənəsi, babası onlarda qalmağı məqsəd uyğundur. Ruslan demir uşağa. Nənə istəyir, Nənə onun istəyir, da nənə haqqıdır. bir də- Ay bir baba, də mən özüm mən o mən uşaq, mən müştərək bu uşaqdır. Bəli. Onun oğul nəvəsidir, onun da qız nəvəsidir. Mən dünən də dedim, 50-50-yədir. Ona da əzizdir, ona da əzizdir. Ona daha çox əziz. Yox, daha çox əzizsin deyə bilməzsiniz Qəyyumluq söhbət var, pul söhbəti var axı Mən bu ortada, iki pul. gün üçün ağır cinayətdə Pul ittiham verəcəklər də edirəm. uşağa. Bir dəqiqə. Sadəcə şübhələnirəm. Ruslan, Bahar dövlətimizin xanım, qaydası Bahar xanım bir dəqiqə gözləyin. Mən bir şey deyim. Mən birinci gündən də demişəm, bu gün də təkrar edirəm fikrimi. Sizin evi yandırılmağınızda əli olmağını mən buna inanmıram. İlk gündən demişəm. Heç bir ana, ümumiyyətcə heç bir canlı dözə bilməz ki, orada çıtır-çıtır onun balası yana və bu burada rahatlıqla oturar. Tamam, bundan razıyam. Ləmana da inanmıram. Ləman da o dərəcədə o hərəkət eləyə bilməz. Bu nəsə belə necə deyirəm? Niyə eləyə bilmir ki? Maşını Bir də, ay qıra Aqil- bilir, mebel evini Aqil girə bilir. müəllim, siz danışanda mən susmuşdum. Xahiş edirəm birbirimizi hörmət. Biz də danışanda siz danışırsınız da, imkan verirsiniz ki. Ancaq fikrim bütün dağıtdılar. Bugün o nəvənin sizdə qalmasına və sizin tam ona yaxşı baxmağınıza inciməyin. Mən buna Mən inanmıram. onun üçün ev tikmişəm. Qulaq asın. Onun üçün uşağımı evlə almışam. Onun evini bəzəmişəm, onu özüm Aydın, saxlayacağam. siz Bəs onu sonra- öyrənmişsiniz ki, belə Niyə görə, eləmək niyə lazımdır, görə, ona niyə görə eləmişsiniz. Mənim oğlum. Siz əgər nəvə istəyirsinizsə, Ləmanın uşaqları var. Onun alimentini verin, onlara yaxşı baxın. Əgər nəvə arasında fərq Aliment olmaz. verilmir, Ləmana pul verilmir. Ona görə o da gəlir belə Aysa, qırğınlar nə- edir. Nəvə arası. Mənim adımı daşıyır həmin Bahar. Mənim adımı daşıyır mənim Ay, nəvəm. mən sizə burada ses çalsatdıra Aliment bilmirəm. verin, Ləman elə. Qulaq asın. Danışın. Baxın, Özü 3 Ləmandan da nəvəmiz var, düzdür? Düzdür. Bir nənə üçün fərq yoxdur. İndi Nəvə mən sizə açıqlama verəcəm, nəvədir. sən danışandan Gözləyin. sonra sizə. Nəvə nəvədir. Hə. Siz nəvə istəyirsiniz, Ləmanın da uşağını sevin. Niyə tək buna? Açıqlama verəcəm Mənsə
Bax çalışacağam. Zamanım olsa mütləq o məhkəmədə iştirak eləyim və orada yaş fərqi qoyum ki, bu nənənin yaşı bu qədərdir. Yaşı O bilmək baxa olmaz. bilməz, Ömrü bu Allah'ın nənə sözü. ondan Belki o məndən tez cavandır. öləcək. O bilmək olmaz. Yox, biz onun uşağını sevməyək, yəni bu bizim şəxsi məsələlərimizdir. Ruslan. Yəni bunu müzakirə eləməyək, Ay bunu Ruslan. məhkəmədə müzakirə olunub və bu haqda sərəncam qəti Ruslan. imkan tədbiri görür. Qayyumluq sizdə Bəli. qalsın. Tamam. Yox, biz Ləmandan danışırıq, Uşağın- onun uşağını sevin. uşağın Bu barədə olunub. Siz onu Ruslan, sən aliment versən Ləmana. Təbii ki, təbii Hə, ki. Kimi bizə yandırasan məlumat olar. vermirsən axı aliment. Necə? Aliment vermirsən axı. Alimentdən danışır, Mən ayağa qayyumluqdan durmasam danışır. Aqil mənim saç Alimentlərin çeklərin atmışam, mamildə Qayyumluq deyir. qalsın sizdə. Uşağın Bəli. qayyumluğu qalsın sizdə, amma uşağı almayın. Lazım biz ama uşağı gidip görəcək. Get gör. Hə, vəssalam. Gördünüz? Bax mən buna gətirmək istəyirdim. Yox, yox. Bax mən fikrimi Elə buna şey yoxdur. gətirmək istəyirdim. Xanım öz ağzıyla dedi. Ona uşaq lazım deyil, ona qayyumluq lazımdır. Qayyumluq olmayana da demir, bilirsiniz nəyə görə? Allah hər imkan verin. Və məhkəmədə müraciətə veriləcək Bir dəqiqə, ki, indi- xanıma uşaq yox, Bu, qayyumluq bu lazım. qədər tez önə getməyin də. Yox, bir dəqiqə sakit olun. Xahiş edirəm sakit olun. Bu qədər önə getməyin Fatimə xanım. Qabaq gələnlik eləməyək də biz bəzi işlərə. Bir dəqiqə sakit olun. İstəyənləri Mən bir dəqiqə xahiş üzr edirəm. istəyirəm. Ay bala, ay kişi. Başqa bir şey deyirəm. Mən normal. Dursan ayağa görünəcəksən. Bir dəqiqə. Qayyumluq barəsində onun Qorxmazın öz anası Qulaq as, gəldi bizə. qulaq as. 300 manat pensiya alıram. Onunla mən çətin dolanıram. Gəlin uşağa qayyumluğu verin. Biz keçsinə dolansınlar. Mamamın deməkdə məqsədi ondan Sən ibarətdir demisən, ki, otur. üzr istəyirəm. Deməkdə məqsəd ondan ibarətdir Yanğın ki, zamanı. o qayyumluğu Yanğın alıb o zamanı maaşla Fatimə xanımla özləri danışır. dolansın. Mamam da istəyir ki, Ruslan, həmin onun Ruslan. qayyumluqdan gələn pul yığılsın. 18 yaşında nə qədər pulsa o uşağın özünə verilsin. Xərclənilməsin. O nöqteyi Ruslan, bir daha Allah təkrarlayaq, istəyirəm, bir dəqiqə. Mağazinim var, dolanıram. Ruslan. Ondan sonra iş yeri var, yoxdur. Ruslan. Kənddə həyat tutuqcası var, yoxdur. Ruslan. Ona ehtiyac yoxdur. Ruslan. Oğlum mən utanıram. Ruslan. O uşağın bu günləri Sən də ehtiyacları var. dedin ki, gəlib deyiblər ki, "A, bir dəqiqədə, a, bir dəqiqədə." Bəli. Xahiş edirəm. Bir dəqiqə. Gəlin buradan Gə- mübahisə eləməyin. gəldi, Biz bura Ruslan. mübahisəyə gəlməmişik. Emosional mübahisələr lazım A, deyil. emosional. Bir dəqiqə dayan da. Dedin ki, gəldi sənə dedi ki, uşağın pulun verək. Nətər dedin onu? İmkan vermədi səsküydən. Deyib ki, pul yığılsın 300-500 manat. Nə dedin indi? Mən deyirəm ki, Hə. bizim fikrimiz odur ki, uşaqdan ayrılan o pullar yığılsın karta. Dedin ki, bunlardan kimsə gəlib dedi axı. Onun anası şəxsən biz Kimin qarajda anası? yox, lap birinci birinci Qorxmazın Qorxmazın, anası. lap birinci Qorxmazın özü gəldi. O deyir ki, hüzurdan sonra onlara getməmişik. Amma hüzurdan sonra o şəxsən özü gəldi, mənə dedi. Gəldi bizim həyətimizə çayımızı da içdi. Yox, qonşuya get. Bir danışa. Qonşu da gördü. Özü də burdadır. Özü deyir Azərbaycan kişisi. Yəni bu oyunu alsın ki, gəldi bizə. Qayyumluğu tələb elədi. Niyə qayyumluq istə? Uşağı həkimə aparmadı. qərar Uşağı biz vermədi? həkimə apara bilərik. Həkimə göstərmək istəyirəm. Problem deyil. Qardaşım, Uşağın Də. başı Belə əllidir. söhbət olub Qorxmaz Zəhmət bəy olmasa. ananız tərəfindən. Zəhmət olmasa. Belə söhbət olub, Durma. ancaq Bəli. o barədə olub ki, mən uşağımı həkimə göstərmək istəyirəm. Həkimə Yox, bizim götür, onun uşağın həkimdə onun düzəldək. sənədi var. Sənədi Adı düzəldək var. uşağın. Sistemdə onun adı var. Uşaq 11 aydır mənim önümdə sənədsizdir. Biz onu həkimə əmisi atası olaraq apara Mən o bilərik. heç bir həkimə hansı ki o uşağın sənədlərini onlar seyfdən götürüblər. Seyfdən götürüblər. 50 hektar torpağın sənədi ilə bir yerdə. Ruslan oğlum sən bayaq dedin ki, kişilikdən danışır. Pulun olub olmamağını kişiliyə, mətinliyə, hissə aidiyyatı o sözü pulun bir də olub olmadığını- işlətmə. Yox, Amma yox, siz yox, yox. valideyn olaraq o Siz pul, yanlış o anladınız. o nə böyük bir məbləğdir yanlış bilmirəm. anladınız. Amma sizdən çox xahiş edirəm. Buyurun.
Əgər doğrudan da humanistik göstərmək istəyirsinizsə, o uşağın travmalı böyüməməsini istəyirsinizsə, o uşağı verin, o sizə də gəlsin. Sonra uşaq harda məhəbbət, Axı sevgi onun da görsə, nənəsidir də. bircə dəqiqə üzr istəyirəm. Uşaq harda sevgi görsə, ora Bərpa gəlir. xanım çox birtərəfli, Birtərəflidir. haqsız Bərpa xanım, danışır. düzgün deyil. Yəni O da özünə nənədir, psixoloq onun da insan, haqqı amma var. başa düş ki, o da nənədir, o da nənədir. İkisi də bərabər qapısında Uşağı böyüyüb həkimə aparmaq Bir üçün də qəyyumluğa heç bir ehtiyac yoxdur, ay kişi. Heç bir ehtiyac yoxdur, Qorxmaz bəy. Şəxsən həkimə uşağı sakit aparmaq üçün olun, hamı qəyyumluğa sakit. ehtiyac yoxdur. Alimin çıxışında Bu yanlışlıq uşaq var. sənəsiz Baxın, böyüməlidir. bir dəqiqə, bir-birimizə yanlışdır söz var, atmayaq. deyil də, Bir dəqiqə, əsaslıdır. bir dəqiqə. Ölkədə mən indi faiz bəlkə də rəqəmi səhv deyərəm, Vaqif müəllim təsdiqləyər. Bəlkə 100 mindən çox insan var ki, onların şəxsiyyət vəsiqələri belə yoxdur. Və bunlar həkimə də gedə bilir. Müayinə də edə bilirlər, müalicə də edə bilirlər. Mən ümumi deyirəm. Hətta mən sizə bir söz deyim mi? Quba Qusar zonasında da var bu hərəkətlər. Hər yerdə var, daha çox cənub bölgəsində də var. O deməkdir ki, həkim yaxınlaşmır. Həkim yenə də dəstəyini verir. Amma bu baharda nənədir. Yəni o da nənədir. Amil müəllim, mən bir söz demirəm, hökumətimizin, dövlətimizin qanunu var. 71 yaşındaya verər ya da 50 yaşındaya verər. Hansına verir onu öz işidir. Mən üçün o maraqlı deyil. Mən maraqlı olan Amil müəllim. Mən üçün maraqlı olan bu günləri bu 4 dənə balanın, 4 dənə balanın yanımıza çıxmasıdır. Mən sizə bir şey deyim, Qorxmaz bəy. Deməli, Mənim uşağı- əlimdə imkanım olsa o uşağı sizin də əlinizdən alaram, onun da əlindən alaram, verərəm o Fatma uşağı xanım. dövlətə. Allah ona Uşağın- görə dəviyə qanat Qulağın, vermir. Vəfa xanım. uşağın kimin yanında saxlanılması ilə bağlı belə halda bax Yoxsa sən çox bu günlərim danışmışdın bunu. uşaq valideynsizdir. Düzdürmü? Uşağın kiminsə yanında saxlanılması, hansı babanın, hansı nənənin deyirəm. Burada yaş önəmli deyil. Telefonu bax. Bu günlərim yaş Təşəkkürləri önəmli deyil. bildirəcəm, davam edəcək. Bahar xanıma söz verəcəm. Geniş Bahar xanımı dinləyəcək. Onu tut bura, burada da. Yaxşı qoy desin qaydanda deyərəm. Hə, de. Deyirəm o uşaq ki 11 aydır, 1 il yaxındır. Onlar mənə o uşağı vermədi ki, apar bir damcı həyatında gəzdir. Daha dedim ki, O qızları yandırdığın yerdə gəzdirmək istəyirdi. Qardaşımın yoldaşı deyib ki, mən Turalı yuxumda gördüm. Tural deyir ki, getdim bunlara danışdım. Tural deyir ki, mamam nə o uşağı gətirib həyatda fırlandırmır. Mən getdim bunlara dedim. Onlar o uşağı mənə vermədi, gətirib həyatda fırlandıram. Özüm ora gedəndən görürəm. Onlar Gəl demir. soruşaq. Könül xanım, niyə vermirsən qudana uşağı aparıb? Qorxuram. Nədən? Adam yeyəndilər. Yerdən deyirlər ki, aparanları Yaxşı, 4 yaşına qədər qorxmurdun, indi qorxası oldun. Ha, sən danışmağa, sən danışmağa haqqın yoxdur. Bir dəqiqə deyək. Sən haqqın yoxdur. Mən onun əmsiyəm, atasıyam. Bu sən gündən etibarən mən onun əmsiyəm, Sən atasıyam. qardaşın. Məlumatlarımızı niyə? Qanunla danışıram, mən qanunu. Çox maraqlıdır ki, amma Amin. bir neçə Mən bir mesajlar kəlmə. gəlib, ən çox da ki, mesajlar arasında yenə də bu qardaşların davası ilə bağlıdır ki, bunlar dava eləyib, bir gün əvvəl dava eləyib. Ancaq belə bir mesajlar var. Yəni bunu əsaslı qoymaq lazımdır ki, kimdəsə konkret qoşulmaq istəyən varsa desin ki, qoşuluram. Mən şahidəm, kənddə Ruslanla Tural rəhmətliyi arasında mübahisələr olurdu, davadalaş olurdu bir gün əvvəl. Yəni bu qoşulmaq lazımdır. Anonimliyi tamam bilirəm, qoruyuram anonimliyi. Amma kim ki anonim yox, mən efirə qoşulmaq istəyirəm deyirsə, imkan verin, qoyun sözlərimi deyim. Deyirsə buyursun, qoşulsunlar. Ruslan da aydın olsun, Ruslanla da daha doğrusu Bahar xanıma da ki, görə kimdir də, yəni bunu görən gəlsin bir şahid kimi iştirak eləsin.
Doktor Rövşən İbişova təşəkkürlərimizi bildirək. Birazdan özü də danışacaq, amma xatırladıram ki, Saf Hospitalda fəaliyyət göstərir doktorumuz. Qaraciyər, söz verəcəm birazdan. Qaraciyər və öd kisəsi problemləri olanlar, hepatitləri olanlar ki, hepatitlərlə bağlı. Bahar xala, gəl sən sponsorları de, mən sonra sənin yerinə danışım. Mütləq qaydada hepatitləri olanlar da məndən dünən soruşurdular və deyək ki, bütün növ hepatitlər Rövşən doktorun nəzarəti altındadır. Həzm sistemi pozğunluqları olanlar, mədə-bağırsaq problemləri olanlar ki, mədə-bağırsaqla da oyun oynamaq olmaz. Bəzən müəyyən dərmanlar, Rövşən doktor da ötən gün xatırlatdı ki, mədə qoruculardan istifadə edirlər ki, düzələr, keçər, amma sonradan bunun fəsadlarını bilirik. Allah uzaq eləsin, ən pis fəsadlara gətirib çıxardır mədə-bağırsaq problemləri, qəbizlik, ishal, köf və digər narahatlıqları olanlar da Saf Hospitalda Rövşən doktorun qəbuluna gedə bilərlər. İltihabı bağırsaq problemləri ilə yanaşı qaraciyər piyələnməsindən də əziyyət çəkənlər müraciət eləsin. Kök insanlarda bu hal daha çoxdur. Elə sualımız bir neçə dəqiqədən sonra mən Rövşən doktora elə bu qaraciyər piyələnməsinə bağlı verəcəm, ünvanlayacağım bu sualı. İnanırıq ki, faydalı da olacaq. Amma sizlər hər mövzuda dediyimiz kimi bu problemlərlə bağlı 070 288 46 85 nömrəsi ilə əlaqə saxlayın. Rövşən doktor da lisenziyası özünə məxsus olan həkimlərdəndir. Bu da deməkdir ki, tam güvənə bilərsiniz. Yəni, rahat formada güvənin. Zahar doktor, alqoloq isə həyatınızı deyir, ağrılar yox, siz idarə edin. Baş, bel, çiyin, onurğa, diz ağrıları, istənilən ağrılarla bağlı Zahar doktor yanınızdadır. Əsas da bu xərçəng xəstəliyinə əziyyət çəkənlər olsun, yaşlı nəslin nümayəndələri olsun. Yaşlı nəsil demişdən, elə Vəfa xanımı da biz Zahar doktorun yanına göndərmişdik. O da ağrılardan, ayaq ağrılarından əziyyət çəkirdi. Yaşlı nəslin nümayəndəsi kimi şəxsən Vəfa xanım Zahar doktorun yanında oldu. Dizlərində də problem var idi, o da həllini tapdı. Allah'a şükür. Əyani nümunəmizə? Əyani nümunəmizdir Vəfa xanım. Nəsil də yaşlandıqca, bax, oradan o bura gələnə kimi 15 dəqiqə çəkir. Mən məsələn reklama çıxıram, sonra Vəfa xanım gəlib əyləşir. Yəni, ona görə də sizlər, amma istənilən halda ağrı hissi keçirən hər kəs də oradan da baş ağrısı, dərman atırsınız 3 gün kəsmirsə, bilin ki, burada nəsə var. Bunun ocaqları var, bunun yaranma səbəbləri var. Mütləq qaydada Zahar doktora üst tutun. Zahar doktorun da lisenziyası şəxsən özünə məxsusdur. Yəni, bu o deməkdir ki, hər iki həkimə tam əminliklə güvənə bilərsiniz. Bölgələrə indi Zahar doktora gələcək, Rövşən doktor da yəqin ki, yenidən bərpa eləyəcək. Onun da anonslarını verəcəm, çünki bölgələrdən çox soruşurlar. Instagramdan Amil Xəlil səhifəsi, anonimlik qorunur. Amil Xəlil yazılır. O cümlədən TikTok hesabında da, Facebookda da Amil Xəlil səhifəsi aktivdir. Müraciətlərinizi ünvanlayın və anonimlik də qalır. Ləmanla bağlı birazdan qoşarıq. Əlzami ilə bağlı danışacağım. Pərvini göstərək yenidən. Əlzami ilə bağlı Mehbara xanımın dünən bir-birinə zid açıqlamaları, suallarından qaçmağı göz önündədir, amma indi telefonlarından yazmışıq, cavab vermir. Yenə də Mehbara xanım, sizi də dəvət edirik bura. Çünki mənim adlar çəkdim, suallar verdim. Yaxşı, Əlzamini bildik. Raminlə bağlı niyə bu addımı atdın? Ramilənin oğlu ilə bağlı, anarla bağlı, filan kəslə bağlı hər suallarından qaçdı bu adam. Müəyyən efirə uyğun olmayan fikirlər səsləndirdi. Maraqlıdır ki, mən deyirəm ki, misallar çəkirəm, sənin qızın bunu tutturdu. Anarı niyə tutturdu? Əlzamini qoyduq kənara, deyir, şantaj elədi qızımı. Şantaj bəyəm 6 ildir mi? Yəni şantaj, biz bilirik ki, bu üzr istəyirəm, xoş olmayan hərəkətlər özü 5 ildən 10 ilə kimi gedib çıxa bilir. Şantaj hardan 6 il oldu bu Suraxanıda? Yəni bu bizə maraqlıdır. İnşallah növbəti məhkəmə yaxınlaşır. İnanırıq ki, Suraxanı rayonunda, inanın mən buradan müdaxilə kimi demirəm, sadəcə ümumi olaraq fikrimi deyirəm. Bəlkə də bir saysız hesabsız mesaj var bizdə, Əlzaminə dəstək mesajlarıdır ki, yəni ortada vəkil saydı, burada hamımız şoka düşdük, bu əsassızdır, bu əsassız, bu yoxdur, ekspertizə raya təmiz, o təmiz, bu təmiz, bəs yaxşı, bu uşaq niyə orada saxlanılır? Üstə gəl rüşvət səsiyyası, üstə gəl dövlət tərəfindən Vaqif müəllim vəkil verilib. Vəkilin səsini necə ya da, yəni telefon danışığı olub, deyir, məndən inciməyin də, mən gördüm ki, burada əməli başlı qurma var, mən geri addım atdım. Mən deyir, əməlli səsi lazım olsa Suraxanı rayon aidiyyatı qurumlarına biz o səsi onlara göndərə bilərik. Sonra həmin qızın səsi var ki,
mən deyir Əlzamindən şahid eləməmişəm, heç onunla bizim yaxınlıq münasibətimiz olmayıb. Mən Pərvanə xanım, Mehparə xanıma sual verirəm ki, yaxşı Mehparə xanım, sənin qızın gecə saat 3-də neçə gün arda-arda niyə bu evə gəlib? Deyir Əlzamin çıxardıb evdən. Bəs qızın Əlzamin demişdisə, sən hara baxırdın? Bizə ünvanlanan bir məktub var, dünən mənə təqdim olundu. O məktub Pərvanə xanım tərəfindən yazılmayıb. Cümlələr bəllidir. Görünən odur ki, elə kimlərin ki, burada adları çəkilib, o adamlar durub şikayətiniz var, məhkəməyə verin. Yəni, məndən narazılığınız varsa hamıya aiddir bu, hamıya. Məhkəməyə müraciət edə bilərsiniz ki, mənim bu jurnalistdən narazılığım, mən aparıcı deyiləm, mən jurnalistəm. Bu jurnalistdən narazılığım var, verin məhkəməyə, hüquq mühafizə orqanları qoy, araşdırsın ki, mən harada səhv eləmişəm, harada eləməmişəm. Amma sizin göndərdiyiniz məktub, başımla cavab deyəm ki, məktub mənim yanımdadır. Gəlin, oturun. Siz o bir 30-a yaxın cümlənin heç nə demirəm, 10'unu yazın. Bax, burada yazın. 5'ini yazın. Mən deyəcəm ki, Mehparə xanım sizə halaldır. Mən bilirəm ki, o cümlələr sizə məxsus deyil. Bax belə, Pərvini göstərirəm. Pərvin hələ də axtarışdadır. Diqqətlə baxaq, telefonları yoxdur onun, telefonu yoxdur. Bakıda olduğunu düşünürük indi. Vüsalə xanım işi ilə bağlı kənd yeridir. Orada da amma mütləq rejissorumuzdan xahiş edirəm. Veriliş boyu tez-tez təqdim olunsun Pərvinin şəkilləri. Məlumatı olanlar xahiş edirik. Anonimlik qorunur. Qubadandır. Təbriz kimi də adlandırılır. Ola bilər hardasa usta fəhlə kimi çalışsın. Yəni diqqətli olaq. Görsəniz bizə məlumat verin. Çox xahiş edirik. Narahatdır ailəsi. Davam eləyək. Biz söz verdik ki, Bahar xanıma söz verəcəyik, amma bir əlavə olsun sonra. Mən bir söz deyim. Demək, Ruslan, sən deyirsən ki, bayaq bir cümlə işlətdin. Mən fikrimi bayaq yarımçıq ki, reklama girdikdən cümləm yarımçıq qaldı. Dedin ki, o uşağı verin bizə. Amma ondan öncə anan dedi ki, Bahar xanım dedi ki, uşaq onlarda qala bilər, amma qəyyumluq məndə olsun. Bu söz demişsiniz, televiziyada hər şeydə yazılır. Orada da qala bilər, bizdə də qala bilər, elə olur. Amma siz dediniz ki, mən indi də onun əmsiyəm, atasıyam. Təbii ki, əmi ata əvəzidir. Haqqın yoxdur. Dedim, necə yəni haqqın yoxdur? Əmsiyəm, atasıyam deyə. Atasıyam, əmsiyəm, yəni bu, mən bir şey demirəm, əmi ata əvəzidir. Tamam. Amma ilk olaraq nümunəvi ata olmalıdır. Həmin o əmi ki, nümunəvi ata dövladlarına, nümunəvi ailə başçısıdır ailəsinə, o zaman o sözü deyib ona uşaq vermək olar. Amma bugün bir əmi ki, öz övladına baxmır, bir əmi ki, öz uşağının tərbiyəsindən məşğul deyil, bir əmi ki, öz ailəsinin içində deyil, ona heç bir övlad verib. Gəlin meyvələrini sındırıb, iş yerindən gəlir, necə sındıra bilər? Onu necə nümunəvi ata deyir, sizə nümunəvi ataydım. Gəlin mən maşınımı sındırır, əmlakımı sındırır, gəlin mağazinimi sındırır. Mən ona nümunəvi ata olmalıyam. Bunlar başqa məsələlərdir. Deyil oğlum. Burada evlad elə bir varlıqdır ki... Evladımın bəli, mən alimentlərin vaxtında ödəyirəm. Yəni siz bir əmi olaraq uşaqlarınıza düz aliment verirsiniz, amma onların valideyn sevgisindən, ata sevgisindən məhrum da onların da bir bəlirli vaxtı var. Aliment verməyəndə deyirlər ki, alimentin vermirsən, uşaqla necə maraqlanırsan. Aliment verəndə bir vay, verməyəndə bir vay. Biz burada nəyi təbliğ edirik, bilmək olar. Təbliğ edirik ki, bizi bu dəqiqə cinayətdən danışırıq. Ata sevgisi verə bilmədik üçün... Biz 4 nəfərin ölümündən danışırıq. Niyə gedib ora çıxırıq axı? Yaşaya bilərsiniz ki, kişi olsaydı. Hansı qadınla? Maşının başına daş yağdıran qadınla. Valla biz elə eləməm. Kişi olsaydınız, mən sizə sual verirəm. O Ləman adını... Qadını hansı həddə gətirdilər ki, qadın bunu etdi? Maşına daş yağdırırsa, maşının başına daş salırsa, kişinin başına dünəndən daş salar. Qadını hansı həddə gətirdilər ki, qadın belə oldu? Pis idi bu. O ata nə eləsin olsun? Bir dəqiqə deyəm, Aqil mənim, siz qadınları niyə belə? Siz qadınları bu qədər Ana bir dəqiqə, Ləmandan danışdı. Qadınlar... Ləman Azərbaycan qadını, o qadını o həddə gətiriblər ki, qadın da bu vəziyyətdədir. Siz onun gedirsiniz, onu ittiham edirsiniz, məhkəmənin qərarı var ki, uşaq anaya bir uşaq ayrılıydı da. O Ruslan olsun günahkardır ki, yoldaşının psikoloji problemi olur, ayrılıb ondan maşına xəsarət getirib, mebel mağazasına xəsarət getirib. Ruslan deyib gəlməm almaz Nə yarın. oldu? Bu gəlin dedilər ki, qazı açır. Xanım keçən dəfə telefonda Və Ruslanın dedi 2 evliliyini bilirik, amma 3 evlilik deyirlər də. İndi amma bu yenə də deyirəm, mövzumuz deyil. Nəysə, bir nəysə. dəqiqə, Amir bənim, elə bunlardan gəlinə qarşı bir laqeydlik var. Bahar xanıma verək mikrofonu. Gəlinim gəlmişdi. Bahar xanım, dünən gəlmişdi bir gəlində, o biri qardaşının övladı. O biri oğlunun övladı. Yoldaşım. Burada. Bahar xanım, bir dəqiqə gələk məsələmizə.
Səfalı, safalı necə bir gəlin olub? Çox gözəl gəlin olub. Çox. Mən bunlarla Evdə yanan safalı. Mən o qızı dana bilmərəm. O qız çox gözəl gəlin olub. Bunlardan mində ola, o qız mənim Və biri balamdır. Ləman dedi ki, mən evdəydim. Ləman yalan Yemək pişirdi. Deyir, onun burnundan gətirdi Bahar xanım ki, duzsuzdur, Ləman şitdir. elə danışıb. Sveta nə danışdı dünən mən böyük gəlinim. Aksiyomada o cür danışmalı. Nə dedi bəlkə? Svetaya imkan verdik ki, danışsın. Yox, böyük gəlinim dedi ki, mənim qaynanam. Svetaya elə çönüb sağ Böyük gözdən gəlinim- baxırdın ki. Böyük gəlinim mənə dedi ki, burada sizə dedi. Bakıda olanda mənim qaynanam həmin o safalı dedi ki, zəng elədi, o böyük gəlim bax dedi burada. Mama gəl, darıxırıq, sən olmayanda evin ləzzəti yoxdur. Bunu həmin safalı deyib. Mən safalını, bunlar nə qayra ha, mən safalını pisləyə bilmərəm. Gəlibmiş yəqin onda. Bu ev, Yox, təzəlikcə. Bahar xanım, Gözəllikcə. Bahar xanım, bu ev sizə görə yanıb yoxsa yandırılıb? Bu ev mən şübhəliyəm. Bilmirəm, mən gəlirəm, o Ləman elə sözlər danışır ki, məsələn gəlib yandıracam, maşını belə eləyir. Yenə şübhə eləyirəm ki, deyirəm, onda da demişəm, şübhə eləyirəm ki, o eləyib. Gözümlə görmədiyim şey mən nə tərdiyə bilərəm, şübhə eləyirəm, o eləyib. Bir də şübhə eləyirəm ki, bəlkə deyirəm qazdan olar, bəlkələr. Qaz var idi mı həmin yayın cırhacırında? Qazdan olsaydı siz tərəfdən başlayar da, yanğın o tərəfdən niyə Mən başlayır? demirəm ha qazı. Yəni deyirəm ki, Qazdırsa siz tərəfdən demirəm başlayar da qazı, yanğın. demirəm. Mən bilmirəm, qısa qapanmadı, bilmirəm qazı, Ortadaydı. bilmirəm. Nədir? Mən bilmirəm, onu deyə bilmərəm. Hələ indi Bilmirəm. bizdən sonra Ona görə gedib şübhə ekspert. Amir bəy, Şübhə Bəli. eləyir. Mən keçən dəfə bunu sual verdim. Asta-asta, xahiş edirəm. Əgər imkan versələr. Qorxmaz bəy maraqlıdır ki, bu hadisə təxminən bir 10 aya yaxındır da. Bir ildir. Ya, bir ilə yaxın, iyun Yayda ayında yandı. olardı, bir il səhv eləmədim. İyundan. 3-dən 4-də keçən gecə demişdiniz. Niyə məsəl üçün təzə gəlib indi bu verilişə? Qayyumluqdan sonra mənə qayyum- Bir dəqiqə, mən bilən nə deyirəm. Niyə bu qayyumluq söhbəti ortalığa çıxandan sonra həqiqətən sən bu cür fikirdə idinsə, uşağın qayyumluq söhbəti ortaya çıxan ki, sən gəlmişsən şikayətçi olmusan. Hə, Qorxmaz bəy. Bu mənə bu Elə sualı sizə verir. sual vermirəm. Mən qorxma belə sual verirəm. Bəli. Ha, buyurun. Hörmətli ekspert. Ay alim denən, ay professor. Professor. Nə qədər alim. sinir səni artırır, amma suala Alimdir də, cavab ver. həqiqətən alimdir. Bu insanlar bizə dedi ki, elə bir fövqəladə gəlib sizdən müstəntiq Aha, gəlib bayıda saat tutulur, götürəcək. danışa bilmir. Gəlmədi qardaşım, gəlmədi. Ruslanın günahıdır. Mən də Fuad yox. Fövqəladən gəlməməsi insanlar Fövqəladə günün bu gün Mən prokurorzadan mən gəlim deyəm. Fövqəladə mən sizə hörmət elədim axı sizə sözü kəsmədim. Buyurun. Fövqəladədən günü bu gün də maraqlanın o qarşı tərəfdən ifadə alınıb biz tərəfdən alınmayıb. Nə əsasına? Niyə görə deyim? Niyə görə? Evin yəsi odur. Bəs- Ev yanğın onun evində baş verir. Amma şikayət var axı ortada. Bəs mən Şikayət var. qızın atasıyam axı. Sən qızın atası olsan belə. Mən də həmin müstəntiqlə. o Evin yəsi odur. Mən də həmin müstəntiqlə danışmışam dəfələrlə. Nə lazımdır mən sizə kömək eləyim, gəlin, lazımdır. Nə lazım Mən eləyim. sizə bir sual verim. Sizin qızınız o evdə rəhmətə gedib də, Bəli. yanıbdı. Bəli. Sözü birbaşa deyəydim. O yanğından sonra gördünüz ki, siz deyirsiniz məni çağırmırlar, izahatımı almırlar. Neçə dəfə şikayətə getmisiniz? Sabirabad rayonuna getmişəm 10 dəfə. Hara getmisiniz? Sabirabada polis bölməsinə getmişəm, prokurora getmişəm, fövqələdəyə getmişəm. Yazılı şikayətlər vermisiniz? Yazılı gedirəm qapının ağzına deyir qardaş bizdə heç nə yoxdur. Yazılı şikayətlər vermisiniz yoxsa Yazılı yox. Yox, bunlar deyir getdim qapıya bizdə heç nə yoxdur. Bunlar prokurorluğuna gedib, Sabirabad prokurorluğuna iş gəlməyib hələ. Maraqlı o da idi. Mən də Deyir, buradan mənim Sabirabad işimizdə yoxdur, prokurorluğu gəlməyib. haqqında danışdım. Hətta durdum baş prokurorluğu mənimlə əlaqə saxladı verilişdən sonra. Geniş söhbət elədi. Mənə izah elədilər ki, qardaş, bizim özümüzə də lap belə də qəribədir. Bu 10 ay bu işin olmasına baxmayaraq hələ iş fövqəladədir. Bir rəy çıxsın ortaya ki, biz görək bu 4 nəfər nədən ölür. Amir müəllim, düz demirlər. Birincisi, ölüm faktı ilə fakt üzrə prokurorluqda cinayət işi açılır. Sonra, İdeallar istəmək amma yanğına görə Fövqəladə İdarəsi, Fövqəladə rəy İstintaq verir. şöbəsi araşdırır. Fövqəladən istintaq şöbəsi Və araşdırır. Fövqəladən istintaq şöbəsi nəyi araşdırır? Araşdırır onu Yanğını. ki, yanğın faktını, yox mənə qulaq asın da, yanğın faktını, yanğın nədən baş verib, hardan başlayıb, hara davam edib. Bəlkə o rəy yoxdur hansı deyənə səbəbdən- prokurorluq Xeyr, işi götürmür.
O yanğının faktı araşdırılması fövqəladə aiddir. Ölüm faktı prokurorluğa aiddir. Valla mənə deyilən Prokurorluqda- cavab bu idi. Dedilər ki, Sabirabad Qulaq as, prokurorluğunda prokurorluq- deyil iş. Prokurorluğun vəzifəsi o işi açmaq Olar. və dayandırmaq ki, fövqəladidən rəy gəlsin. Çox uzun çəkəndə prokurorluq xatırlatma eləyir, tələb eləyir. Niyə vaxtında vermirsiniz bunu? Amma Yəni bu 4 işlər- nəfərin ölümü var burada. Müdaxilə Dörd etməməsi nəfərin. 10 ay çəkib. Əgər prokurorluq vaxtında müdaxilə eləsə, Bax indi biraz əvvəl dediyimiz Ona xəbər var. çəkməz. 12-ci mərtəbədən 5 yaşlı uşaq Allah uzaq eləsin yıxılıb. Buna görə ev sahibəsinə, sahibinə hansı bir cəza düşə bilərmi? Cinayət işi açılacaq onsuz da. Yox, bilirsiniz, indi biz bilmirik hansı halda yıxılıbdı. Demədim indi onu kimsə itələyibdi. İndi səhlənkarlıqdan İndi yıxılıb. orada mən valideynlərinə qarşı yox, cinayət işi açılmayacaq, ancaq səhlənkarlıq var həqiqətən də. İndi cinayət işini görmürəm orada, cinayət işi açılsın. Aydındır. Hər halda istəyir Ləmanı olsun, istəyir digərləri olsun. Bizə maraqlı olan bax bu yanğında 4 nəfərin ölümü və indi də vəkilin bu sözləri mənim beynimi qarışdırdı yaxşı mənada və pis mənada yox. İndi duran kimi, çıxan kimi mütləq qaydada yenə də zəng eləyəcəm onlara ki, bizə qeyri-adi qaldı bu məsələ. Bax mənə qeyri-adi qalan məsələ. Dünən demişəm, görürəm ki, atmacalı zənglər gəlir mənə. Mən deyirəm ki, bugün İraq olsun, mənim Vaqif müəllimdən şikayətim var, polisə vermişəm, mən niyə müstəntiqin avtomobili ilə məhkəmələrə gəlməliyəm? Niyə gəlməliyəm? Deməli, mən müstəntiqdən aslıyam və yaxud da ki, bir dostluq eləyirəm. Mən dünən deyirəm ki, Mehbarə niyə məhkəmənin önünə müstəntiqin avtomobili ilə gəlməlidir? Mənim fikirlərim var o barədə. Dünən qulaq asmışam sizə. Deyil, yaxşı, deyim. Onsuz da, buyurun. Baxın, bu cinayət işləri çox müxtəlif formada törədilə bilir və müxtəlif insanın ağlına gəlməyən bir şeylər olur. Cinayət məcəlləsində biz də onu indi deyəcəyim nə olacaq? Rastımıza gəlir. Cinayət məcəlləsində fahişəliyə cəlb etmə azyaşlılığını belə bir maddə var. Aha. Mən öz təcrübəmdə görmüşəm ki, bunu valideynlər də eləyir. Valideyn tərəfindən Biz bunu ümumi danışırıq. azyaşlını olur yoxsa olmur? Olur. Valideyn tərəfindən azyaşlını fahişəliyə cəlb etmə faktları olubdur. İndi burada mənim şübhəm nədəndir? Amil müəllim deyir ki, 1, 2, 3, 4 filan qədər adamlar bu işə qarışıblar. Yəni bu işin Onlar da içində həbs olublar. olunub. Onlar da həbs Və kimisi olunubdur. də həbsdən çıxa bilib. İndi valideynlərin azyaşlı qız uşaqlarını fahişəliyə cəlb edəndə onların maddi marağı olur. İndi mən niyə dedim ki, çox müxtəlif. Biz bunu ümumi danışırıq ha. Hə, ümumi danışırıq. Mən ümumi danışıram. İndi şübhədir. Ola bilər ki, başqa bir formaya keçiblər. O fahişəliyə 50 manat yox, Və həmin 50 adamlar da min cəzasını alırlar. alır. Rövşən doktor, bax yeri gəlmişən neçə müstəntiqlər işdən bax bu bəzi səhlənkarlıqlarına görə çıxarılır. Rövşən doktor, biraz əvvəl qaraciyər piyələnməsinə bağlı dedim, artıq yazan da var Instagrama. Doğrudan da bu hansı problemlərə gətirib çıxardır? Amir müəllim, hər vaxtınız xeyir olsun bir də. Yəni qaraciyər piyələnməsi demək olar ki, bizim xalqın ən böyük problemlərindən biridir və bir də daha çox da ciddiyə alınmayan bir problem kimi olunur. Nəyə görə? Çünki bizim insanlar elə fikirləşirlər ki, insanlarda qaraciyər yağlanması olur və olmalıdır. Çox da fikir verməyək. Amma dünya statistikasını nəzərə alsaq, hansı ki bizlər əvvəllər, söhbət 10 il bundan əvvəldən virus hepatitlərinə bağlı olaraq ölüm hadisələri daha çox idisa, indi getdikcə azalır. Nəyə görə? Çünki bu hepatitlər dediyimiz viruslardır ki, ayla öz-özünə sağalırlar 2 həftə müddətində, ya xəstəxanada 2 həftə müddətində müalicə olunur. Söhbət burada 2 virus qalır, B ilə C. B-nin artıq belə deyək, vaksini var və C-nin isə müalicəsi var. Yəni birində vaksin var, birində müalicə var. O deməkdir ki, artıq virus hepatitləri getdikcə tarixə qovuşur. Qalır burada bir yağlanma, bir də içki. Düzdürmü? Yəni içki içənlər aydın məsələdir ki, yəni içki içilir və müəyyən müddətdən sonra qaraciyər getdikcə sıradan çıxır. Görürsünüz, müəyyən müddət deyirəm. Çünki qaraciyər bu mədə, bağırsaq və digər orqanlar kimi onlarda sinir hüceyrələri, ağrı hüceyrələri olmadığına görə, yəni o ilk vaxtlarda da zədələnəndə insanlar xəbər vermir.
Qaldı digər məsələ uzun müddət xroniki dərman qəbulundan sonra qaraciyərdə zədələnmələr, bunlar da zəhərlənmələrdir. Qaldı gördünüzmü, yəni ümumilikdə qaldı bir dənə yağlı qaraciyər. Hamısına fikir verirlər. Bircə qaldı qaraciyərin yağlanması, ona fikir vermirlər. Amma statistik olaraq isə hal-hazırda son 10 ildə qaraciyər yağlanmasına bağlı sirroz və qaraciyər xərçəngi artıq birinci sıradadır. Yəni digərlərini artıq keçdi. Nəyə görə keçdi? Bayaq mən saydıqlarım məsələlərə görə. Çünki yağlı qaraciyəri dərəcə 1, dərəcə 2, dərəcə 3 və dərəcə 4 yoxdur və insan öz həyatını davam eləyir və yəni həkim yanına getmək, bir balaca müalicə almaq, bir balaca bilirsiniz, yağlı qaraciyərdə həkimlə pasiyent arasında mütləq olaraq yəni bir müalicə və pəhriz lazımdır da. Yəni xəstənin pəhrizi və həkim müalicəsi. Yəni bu olmur və 5 il, 10 il, 15 ildən sonra bir də xəstə gəlir ki, artıq məndə halsızlıq əmələ gəlib, depressiya əmələ gəlib, köplər əmələ gəlir və əzələ zəifliyi əmələ gəlir. Elə bil ki, 10 dəqiqə işləmişəm, elə bilirəm ki, yəni 5-6 saat işləmişəm və artıq qaraciyərin uzi müayinəsində görülür ki, artıq qaraciyərdə həmin o toxumalar, yağlar ki, qaraciyərin üstünü örtür, keçir qaraciyərin içərisinə. Orada uzun müddət qalanda isə normal toxuma artıq ölür, sıradan çıxılır, normal toxumanın yerinə yağlar əmələ gəlməyə başlayır qaraciyərin içərisində. Artıq o yağlar da getdikcə bərkir və nə olur burada? Qaraciyərdə fibrozlaşma, yəni bərkimə, o da dərəcə 1-i geriyə qaytarırıq. Dərəcə 2-ni də qaytarırıq, 3-ü də 4-ün də əvvəlini. 4-dən sonra sirroz gedir. Sirrozun hələ dünyada tam müalicəsi yoxdur. Və sirroz da artıq o deməkdir ki, xəstə 1 il yaşayar, 3 il yaşayar, 5 il yaşayar. Qaraciyər köçürməsi olacaq, olmayacaq, tapılacaq, tapılmayacaq, onda bir Allah bilir. Allah köməyiniz olsun. Doktorumuzun əlaqə nömrəsi 070 288 46 85. Qısa ara verək, 2 zəng var. Amma mən yenə də deyirəm, Ruslanın davasını görən, alnı açıq, belə mən cəsarətliyəm, çıxıb deyən varsa bu işə tanıqlıq eləyən, bəli, qoşulsun. Görmüşəm deyənlər. Qısa ara verək. %70 653 48 69 ixtiyarınızdadır. Və uşaqla bağlı da doğrudan da yazanlar var mənə. Oxuyuram bayaqdan, təşəkkür edirəm. Instagramda ola bilər cavab yazmıram, üzrlü sayın, amma mesajlarınıza baxıram veriliş boyu. Və çox adamlar içində yazılanlar arasında o uşaq deyir, o evə getsə, o nənə tez-tez deyəcək, bax, anom burada yanıb, atom burada yanıb, bölüb, falan. Bax, deyirəm mesajları Instagramdan gələn yazan hamısı ləmandır. Başqa adlarla. Yox, insanlar psixoloji yanaşır, baxar xala. Psixoloji yanaşırlar ki, Sizdə də düz deyirlər. Qoy deyək də. Allahım, ya Rəbbim, vəfanın əlindən sənə sığınıram, Allahım. Sənə güvənirəm, Allahım. Sən özün bildiyin kimi bu məsələni həll elə. Nələr çəkmişsən, Rövşən doktor? O tərəfdə nələr çəkmişsən sən bundan? Hələ də əl çəkmir, burada da əl çəkmir. Burada da əl çəkmir. Hər halda belə mesajlar da var, yanaşma tərzi var, Doktor, siz də yanaşın bu məsələyə. Yəni doğrudan da uşağa bu təsir eləyərmi həmin evdə? Düşünürsünüzmü, uşaq getməlidirmi Bahar xanımın, yəni ata evinə? Əslində qalsa ədalətsizlik olar ki, yəni uşaq tam onlara verilsin. Yəni ədalətsizlikdir, o da onun nənəsidir, o da onun nənəsidir. Niyə tərəf saxlayaq ki, sənin yanına getməsin? Qorxmaz bəy, düz deyir, bir axsaqqallıq eləmək olmazmı? Yəni ikincisi, mən bir dənə bir şey deyim, zəhmət olmasa, bir dəqiqə gözləyim. İkincisi, Ləman xanım nə olsun ki, yəni bir Azərbaycan qadınıdır. Azərbaycan qadını o demək deyil ki, hər bir Azərbaycan qadını elə əsl qadındır. O da deyil. Düz demirəm Vəfa xanım. Yəni 2. Üçüncüsü, əgər bir insan bir cinayət törədirsə, o deməz ki, mən sənə qarşı cinayət törədəcəm. İnsan da əsəbi olar, deyər sənin başını da yararam, sənin nə bilim təkəri də boş, nə bilim, yəni nəsə sözlər deyə bilər. Gücün təkərə çatdı, hə? Təkəri boşaldaram, bax gələrəm mıxla. O deyirsiniz ki, nə bilim maşını qırır, nə bilim, maşın qırmaqla,
Yəni dəmir əyməklə insanın öldürmək tam Çox fərqli humanizmliyi şeylərdir. göstərdiniz bu yanaşmada. Yəni Vallahi. olmaz, yəni Doktor. şeydir, qadına elə yəni o dərəcədə atılmaz, yəni elə bir şər, böhtan. Amma qaldı ki, qardaşların yəni mən də qardaşımla mübahisə aparmışam. Mən gəlib qardaşım evini yandırım. Nə olsun ki, qardaşlar arasında da həmişə yəni mübahisə də olur. O yəni onun da üstə yıxmaq olmaz. Sadəcə olaraq burada məsələ bilirsiniz nədir? 1 il, nə bilim 9 ay bundan qabaq olan hadisəni tam araşdırılmayıb deyə. Ailələr indi dəyib bu bir-birinə. aləm Çox dəyib gözəl bir-birinə. yanaşma. Ay Könül xanım, yaxşı Qorxmaz bəydən soruşaq bu doktorumuzun dediyi. Bunu özümüz necə həll edə bilərik? Uşaq 1-2 gündə onlara getsin ha bu. Amil müəllim. 10 aydır getmirik. Əvvəldən onsuz da onlar o bilir. Ha. Mən evimin qapısını onlara açmışam. O hadisə elə onun evində ola. Gəlib istədiyi vaxtı Bir dənə deyənə. gəlib uşağa dəqiq yoxlayır Uşaq da bir-iki gedir. gün bəlkə bu həftə Bəli. Siz elə bir formada danışırsınız ki, güya ki qanunu siz yazırsınız. Hər şeydə üstünüzdədir. Sizin nə ixtiyarınız var ki, sizə o ixtiyarı heç kəs verməyib ki. Siz deyəsiz ki, mən icazə verirəm, bir gün aparsın, baxsın. Siz kimsiz ki sözü deyəsiniz? Mən kiməm? Oğa görə Bir ki, dəqiqə, mən sizin kimi, onun da ata ənənəsidir. Onun istədiyi vaxtı, sizin icazə verdiyiniz vaxtda yox ha. Onun ürəyi istədiyi vaxtı gəlib o uşağı götürüb, aparıb gəzdirə bilər. harda gəzdirəcək mən? Özü bilər, o sadiyyət yoxdur. Fatma Nə bir xanım. üst aparacaq? Onun sizə Yanan aidiyyatı evi aparacaq. dəxli yoxdur. Siz kimsiz ki? Siz kimsiz? Baba. O elə də siz aparıb 2 gün uşağınızı saxlaya bilərsiniz. Nəvənizdir. Fatma xanım, xahiş edirəm bir də sual verin sizə. Sizin ixtiyarınız O yox. uşaq onun evində qalsaydı bu Bir ilə anda nətər danışdı deyin idi? kəsirəm. Nə dəxli var ki? Deyirəm, O gözdə uşağın Nətər altında idi? ölüm yazılmıyor. O uşağı kim qalıb, harda Ay qalıb? kişi, qulaq asın. Bəli. Ona dediyim söz sizə də deyirəm. Mən haqqın yanındayım. İndi də o uşağın alnına ölmək yazılmayıb, sizin yanınızda olub. Bu başqa məsələdir. Amma sadəcə olaraq sizə o ixtiyar verilmir ki, siz qanun yazasınız ki, mən istədiyim vaxtı gəl apar, onun ürəyi nə vaxt istəsə. Yox vermir, uşağı vermir axı aparmağa. Yox, Anar buyur. Onun istədiyi, ürəyi istədiyi vaxt gəlib o qapını döyüb o uşaq. Üzüklərimdən düşdü. Nə idi o düşən? Üzüyümün qaşı. Baxın mən Yəni Allaha- istədiyi vaxtı gəlib o uşağı götürüb apara bilər. Ona sizin ixtiyarınız yoxdur. Aydındır. Başa düşdünüz? Aydındır. Qorxmaz bəy. Anar buyur. Mən sizə bir şey deyim. Siz hər ikiniz valideynsiniz və siz ola bilsin ki, illər öncə nəsə olub və bugünkü gün bunu belə İllər deyək də bir öncə, 10 qisas ay. belə bir qisas kimi düşünürsüz ki, aranızda olan problemləri. Amma ki, siz hər ikiniz valideynsiniz və onun da övladları var, sizin də övladlarınız var və onlardan sizə bugünkü gündə qalan xatirə bir o nəvəvizdir və bunu hər ikiniz əl-ələ verib və böyütməlisiniz və bunun gələcəyi haqqında düşünməlisiniz. Bəli, mən də bunu demək Və istəyirəm də. bəli və artıq bunlar eləyib, bunlar çıxıbdı, onlar qalıbdı. Yəni bu düşüncə məncə yanlış düşüncədir. Qorxmaz Və siz dayı. artıq onların gələcəyi haqqında Anar düşünməlisiniz. dediyi məsələ də Bəli. var, təbii ki ortada. Amma 10 aydır da uşaq gəlmir sizə, hə? Bəli, bəli, gəl. Bəlkə bu altı bazar bir verəsiz uşağı bir görsünlər onlar. Qardaş başıma dönüm. Qorxursuz. Qorxuram mən. Mən başıma dönüm. Mən Mənə deyir qorxuram. Ay mən yoldaş. qorxuram, qadıvalım Ay sən. yoldaş. Siz verməyəcəksiniz, qanun gəlib. Vəfa xanım, Fatıma xanım biraz asta zəhmət olmasa. Mən qorxuram qardaş. Mən Məsuliyyətsiz onlar insanam, sal verim. başıma Siz dönüm. nədən qorxursunuz? Məsuliyyətsiz adamım da. Qorxunuz nədəndir? Nədən Qorxduğu odur qorxursunuz? ki, aparıb uşağı geri Polis qaytarmırlar. ilə, polis orqanı ilə gəlsin, uşağı verib götürün aparsın. məsuliyyət. Mən polis arxayına. Amil müəllim. Dövlətimizə arxayına. Bir dəqiqə. Dövlətimizə O ayrı arxayına. mən. məsələ. Sizin qorxduğunuz odur ki, o uşaq ora gedər, onlara öyrəşər. Müəllim, Bir mən dəqiqə, öyrənişdirsəydim, o özümüzə 11 ayda Ay, öyrənişdirərdim. bir Dünənləri, dəqiqə. bağışlayın sağ O olun. uşaq- o Nənəsi uşaq efirdə 4 danışıb. yaşında- 4 O yaşında uşaq kimi deyib ki, harda olubdu? nənəm danışırdı. Ay 11 kişi, ay keçib o üstündən. uşaq 4 yaşına kimi harda böyüyübdü? Onların yanında böyüyübdü də. 4 yaşına Ona kimi daha çox vallahi 4 öyrənib də. yaşında ən azı bir 2 ilin bizdə İndi olub. sən gətirmisən. Biz saxlamışıq Sən o il. gətirmisən, 4 yaşı. qoymursan ki, uşaq öyrəşdiyi, gördüyü sifətləri getsin, bir də görsün. Sən bunu niyə qoymursan? Ondan qorxur. Baxım, olmaz ki, Uşağı bir yerdə itirməkdən böyüdəsiz. Yəni sizin oğlunuzun, onun da qızının yadigarıdır. Həftənin bir neçə günü sizdə olsun, Hə. bir neçə gün onda olsun. Valla mən elə Ha. deyirəm. Allah haqqı elə deyirəm mən. Yəni uşaq sizə gəldikdən sonra onu vermirəm. Mən Bax ekranda özlərinə də demişəm. Bax YouTube-a Demişəm, qoyulacaq ürəyiniz bu istədiyi vaxt veriliş. məndə qalsın, Yəni sizin insanların qarşısında söz verin. Bu problemləri İnsanların qarşısında mən siz söz inanırsınız o uşağa. Siz nənələrin çəkişməsi o uşağa travma verəcək. Böyüyəndə o uşaq özünü düzgün ifadə edə bilməyəcək.
Vəfa xanım, Bahar xanım onun mübahisəsini aparmır. Mən bayaq fikrimi bildirdim, yenə bildirəm. Bahar xanım razıdır, uşaq sizdə də qalsın, onda Məndə da də qalsın. Hə. Sadəcə olaraq Bahar xanımın burada istədiyi bir niyaz var. Qəyyumluq onda olsun. Vəssalam. Və amma burasını da deyək ki, bir neçə mesajlarda da Könlü xanımgildə, yəni cavan nənə olduğu üçün deyirlər qalsın deyənlər də var. Görürsünüz müxtəlif fikirlər var. Amma deyirsiniz polisin nəzarəti altında. Bəli. Yox elə burada milyonların qabağında bir deyək bizə hüquq mühafizə Amil orqanları. müəllim, mən polis arxayım. Yox, bildim də. Acınacaqlı vəziyyət bilirsən nədir? Söhbət burada uşaqdan getmir. Söhbət qəyyumluq kim olacaq? Qəyyum. Söhbət mirasdan gedir. Deməli, mən biraz maarifləndirmək üçün milyonların qarşısında mən demişəm ki, mən heç bir ehtiyacım yoxdur. Mən elə bir dəqiqə dükanın borc dəftərində 25.000 borcda pulum var. 10.000 manatı, 1500 manatı mən yığıram. Ay müəllim, bir qoy danışaq da. Çünki Sabirə Miras tam barədə imkanlıdır. deyirəm Mən də sizə. gəlib Bu normal yaşayırıq da, Deməli, niyə ki? uşağın mirası- Zəhmət verib yaşayırıq. Uşağın mirası Bəli. qayyum tərəfindən idarə olunmalıdır. Sizin probleminiz buradadır. Amma nəzərə alın ki, uşaq yetkinlik yaşına çatana kimi uşağın mirasından, qayyumluq orqanından icazəsi olmadan istifadə eləmək mümkün deyil, onu satmaq mümkün deyil. Qardaş, lap yaxşı. Elə Məhkəmə- əvvəl gündən ilə Qoy deyim kartına də, stop qoyulsun. İmkan yazılsın o ver də. dəftər. Deməli, Məqsəd uşaq bir dənə kimdə qayyumluq. bəli, uşaq kimdə qalacaqsa, qayyumluq kimdə olacaqsa, qarşı tərəfin tələbi ilə məhkəmə hesab aça bilir. Uşağı çatası o belə müavinatı o hesaba köçürülə bilir və uşaq 18 yaşına çatana qədər onun mirasından da istifadə etməyə bilir. Bunu qarşı tərəf tələb eləyərsə. Mən də maarifləndirmək üçün deyirəm ki, hansızda qalarsa, digər tərəf bunu məhkəmədə Bax tələb Allah ömür versin. Əslində bu fikri dünən Qorxmaz bəy dedi. Amma Allah ömür versin, pis niyyətlə demirik. İndi yaşlı nənəmizdir Bahar xanım da. İndi o da səhhəti ilə bağlı ola bilər problem olar və s. Bu məhkəmədə bunlar nəzərə alına bilərmi uşağın kimə verilməsi halı? Məhkəmədə deməli çox şey nəzərə alan bilinir. Uşağın üstün mövqeyi birinci növbədə uşağa harda daha rahat olacaq, harda yaxşı baxılacaq və onun sağlamlığına daha yaxşı, daha rahat baxacaqlar. Uşağın psixoloji və fizioloji böyüməsi harda rahat olacaqsa məhkəmə ora verəcək. Onda məhkəməyə müraciət eləməmisələr? Yox, eləməmişəm. Eləyəkmi məhkəməyə müraciət eləyək də? Biz məhkəmə Hə, Bahar xanım. Quşluqla elə uşaq sizdədir. Quşluqla elə sizdədir. Bu nə əsir bu? Uşağı mənə vermir. Yox, Allah haqqı vermir mənə uşağı bu. Bəs onu düşünən adam bu 10 ay ərzində siz imkan vermirsiniz əslində. Siz imkan versəniz o iki uşaq verər. Bəlkə ona mən Bir Niyə gün ki? qalar ora. Yox, yox. Sizi mən qorxuram vermirəm uşağı. Qardaş. Yox, bir dəqiqə. Siz hardan əminsiniz ki, bu dəqiqə biz hamımıza aiddir. Bir də Allah eləməsiniz. Biz hardan əminik ki, bizim evimizdə nəsə yanğın ola bilər, ola bilməz. Bizə kim o sözü verib? Yox, sizə sual verirəm. Deyirsən, qorxuram. Qorxmaz bəy. Deyirsən, qorxuram. Bax, buradan çıxdın ha. Başıma nə acı gəlir, bilirsən onu? O başqa şey. Necə başqa şeydir? başqa şeydir, Elə uşağın da talihi başqa şeydir. Mən orada- Əgər o uşağı Allah qorumasaydı, istəməsəydi, onu bir vasitə sənin evə çıxarmazdı və o yanğından uzaq eləməzdi. Oradakı uşağın Biz axı da bir deyirik, dənəsi qalıydı Tanrı da. hər yerdə var, hər şeyi görür və bilir. Oradakı uşağın bir dəsi qalıydı da. Yox, yalan danışıram. Vaqif bənim tam nöqtəsinə vurdu ki, bunların qorxusu, uşaq ki getdi ora, uşaq orada doğulub. Sadəcə olaraq niyə deyirəm Ora bunlara istəyəcək. verilməyi, deməli vəkilimiz də təsdiq eləyər, bunlara verilməyi daha üstündür. Çünki burada Bunlar bütöv kimə? ailə- Bahar xanım Yox, gilə? yox. Qorxmaz bəygilə. Nəyə görə? Çünki burada ailə bütövlüyü var. Ata orada, ana, nənə orada, baba orada. Bax belə, yəni hər ikisi qayğısına qala biləcək. Orada nənə təkdir. Əmin də araşdırsalar ki, məsəl üçün özünün əlavə uşaqları var, o ki onlara tutaq ki, alimenti verir, maraqlanmır filan. Artıq bu ailə və nənənin yaşı nəzərə alınacaq. Müəyyən mənada düzdür. Hə, və burada nənənin də yaşı nəzərə alınacaq. Ona görə uşaq tamamilə bunlara verilməyəcək. Amma bu o demək deyil ki, siz qəyyumluğu alsaz belə əlinizə, at oynadasınız ki, mən uşağı vermirəm. Yaxşı, bir dəqiqə. Yox, verin. Bahar xala. Bahar xala. Mən istəyirəm ki, mənim uşağım təhsil alsın. O uşaqları ikinci Bahar xala, qulaq as. Onun balaları ikinci sinif oxuyur. Ay Bahar xala, neçə yaş var indi nəvənin? Nəvəmin
4 yaşı var. Belə könüllü razı olmarsan ki, elə qəyyumluq verirsin və uşaq sənə rahat gəlib getsin. Qəyyumluğu vermirəm ona görə ki, olaraq Yox, mən verməyəcəm ona. Verməyəcəm. Mən verməyəcəm. Xanım, onu qanun tənzimləyəcəksən, yox. Yox, bayaq dedin axı, ay Bahar xala, bayaq dedin qəyyumluğu mənə versin, uşaq qalsın orada. Uşağı onda da qalsın, məndə də qalsın. Bahar xanım, Bahar xanım, Və siz nə edirsiniz? hər şey mən istəyirəm deyə olmalıdırsa, Mənim oğlumun balasıdır. mən istəyirəm Onun da deyə qızının olmalıdırsa, balasıdır. onda qanun nəyə lazımdır ki? Qanun uşağı sizə verməyəcək. Verəcək. Necə verəcək? Biz nə verəcək, nə əminəm. Ona görə ki, mən təm təkcəm. Onlar Tən təksən hilap bizdən heç verilməyəcək. Sizin mənafeyiz nəzərə alınmır. Onların da mənafeyi nəzərə alınmır. Uşağın mənafeyi nəzərə alınaraq ailədə ümumi sağlamlıq mühiti daha kimdə yaxşıdırsa ora gedəcək uşaq. verilsin. Elən olsun. Sağlamlıq var məndə. Əstəğfurullah. Yəni Yəni elə sağlamlıq demirəm. Demirəm siz sağlamsınız ya xəstəsiniz. Psixoloji O sağlamlıq. ailədə sağlamlıq Bildim yox. onu deyəcəyi. Yəni Vallahi böyrünüzdə billahi əmin ailəsi dağılıb, artıq bir neçə nikaha girib və öz övladlarına baxmır. Bir dəfə nikah Vəssalam. girmişəm. Sonra bir dəfə nikah girmişəm. Yox, bir dəfə rəsmidir də. Ay, Ay, bax, girə bax bilərsən. Ruslan, buradan bura məni alladırsan hamımızı. Birindən qeyri-rəsmidir, uşağın xəstədir 16 yaşlı. İkinci Ləmandır, indi rəsmi. Görsən nə deyirsən? Bir dəfə evli olmuşam. Bir dəfə olmamısan axı qardaş. Bir dəfə rəsmi nikahda Hələ indi olmuşam. bizi allatma da. Yox, bir dəfə biri də elə sənin dedim uşağın. axı, bir dəfə O rəsmi. biri də sənin uşağındır. Canlı insanı qoyur qıraqda kağızı o düşür. biri də sənin Mən sizdən uşağın. çox üzr istəyirəm. Danışanda deyirsiniz ki, Vəfa xanım danışdı. Bir xəstə uşaq bir evdə, iki uşaq bir evdə. O uşağa hansı Və də rəsmi nikahın da bir ildən sonra olub. Mən düşünürəm ki, Fatma Yəni xanım. rəsmi ay Anar bir dəqiqə. Ay Get xəstə Fatma. övladıma baxdı. Fatma xanım bir dəqiqə. Rəsmi nikah da bir ildən sonra olub. Yəni belə o da Ləman deyəndə inanmadım. Sonra uşağın yaşı ilə rəsmi nikaha baxdıq və gördük ki, doğrudan da bu deyilən düzdür. Aydındır. İndi biz bu Ləman deyirik. Ay xanım, Əgər nə bu oldu? ailədə, Birisi oldu, ikisi əgər bu ailədə yaxşı mühit olsaydı, bu gəlin Mühüdü Ləman deyər. Mühüdü qoşarım deyər. Adresi. Görək o uşaq ora verilə bilir yoxsa yox. Qoşacağım amma hələ Ləman deyəcək əlbəttə ki. təbii ki, amma Ləman yaxşı, qoşmuram. bu Ləman bu qədər niyə aqressivdir bu ailəyə? Bax onu demək. Ləmanın nə əxtiyar var? Ləman kimdir ki, deyəcək uşağına verir? Yox, uşaqla bağlı yox. Dedi mühit maraqlıdır. Amin Mən benim alacağım. Anam, bu qədər aqressiv olması çox maraqlıdır. Üzünü göstərmirsiniz. Uşağıma mən Mənə alacağım. çox O maraqlıdır. olan videosu gedir efirdə. Orada Yox, üzünü bax göstərin. indi Biz Leo müsahibədə Yox, göstərin. bir dəqiqə. Ruslanı göstərin. Bax, səhərdən mən baxıram. Ananın doğulanın da üzünü örtürsüz. Niyə? Ana Əgər görünmək burada- istəmir deyir Ruslan. Bax, Niyə Ruslan budur. görünmək istəmir ana? Evladı üçün çaba göstərməyə gəlməyib, mübarizə aparmır. Niyə aşıq göstərmir üzünü? Göstərmir, Çünki göstərəndə digər insanlar zəng edib müəyyən Ya da bilirlər kimdən gedir açıqlayacaq. söhbət. Ruslanı tanıyan bilir ki, Ruslandır da. Deyir Ruslandır da. Bax Görmür, videoda görüşmür, şərh verən görüşmür. adam. Səbirli olun. Səbirli olaq, xahiş edirəm. Yox, bizi açıq sevir. Yox, istəmir də hörmətlə yanaşırıq. Amma hadisə zamanı baş. Necə ona görə gəldim bura mən. Yox, dedim göstərirəm bəyə. Sevmədim axı Mən göstərirəm. sadəcə olaraq özüm üçün soruşuram ki, niyə göstərilmir? O ata-ana İstəmirəm. O ata-ana Niyə? ilə neyimə lazımdır mənim? O ata-anan özü bilər. Mən Ana, neyimə sən o Dörd lazımdır? qədər nəfərin yegan ölümü var olsan ki, ortada. O Dörd ata-ana nəfərin kimi siz ölümü. ora bir söz o ata-ana nədir? Heç danışmazsınız. Mən heç nə demirəm. Yaxşı, Bahar xala, sakit ol. 4 nəfərin ölümü var, yenə də deyirik. 4 nəfərin ölümü elə belə deyil. Sabirabad prokurorluğu inşallah bu işi öz nəzarətinə götürməlidir. Peki, Və ay, götürəcək də sən- çünki Qurban. şübhəli məqamlar var. O yanğın Açılsın. hadisəsini təqdim edirik. Oradan salamat çıxmaq. Burada varmı? Yox. Verməyin, elə efirdə qalsın. Oradan salamat çıxmaq təbii ki, çətindir, amma hər halda baş verən hadisədə mütləq qaydada bir barmaq var, bir cinayət var, bir hadisə var. Durduq yerə ev belə yanırsa, yayın günündə deyək ki, köhnə evdir, yox, təmirli ev olub, evi dünən gördük, təqdim elədik, nələrin baş verdiyini bildik. Ona görə də indi hələ birazdan qısa aramız olacaq, bir neçə dəqiqədən sonra qaydanda mən bir zəngi də qoşacağam və bu zənglə bağlı da deyəcəklərimiz olacaq bizim ki, bu zəng kimə məxsusdur. Hər halda uşağın taleyi önəmlidir. Könül də nənədir,
Bahar xanım da nənədir. Könül xanım da nənədir, daha doğrusu Bahar xala da nənədir. Biz çox istərdik bu cəmaatın istəyi ilə, bilməm indi Qorxmaz bəy necə qarşılayır. Bir ağsaqqalla bu uşağın bir günü heç olmasa ora gelib gəlməyi, bəlkə ondan sonra indi Bahar xanım da biraz sözünü deyən qadındır da, istəmir təslim olsun. Hə Aqil müəllim, o da düz eləyir. Haqqı var, nəvəsidir. Valla mən telefonda bir başqa cür idi, açıq etiraf edeyim. O bura 2 gün gələndən sonra mənim ona hörmətim artdı. Onu daha səmimi qəbul edirəm mən. O nəyi varsa üzdədir. Amma bu tərəfdən, yəni bunun üzrə çox məharətlə qızın anası gizlənib. Sakit, yazıq adam altında kişini verib qabağa Amil bəy. Uşağı indiyə kimi görməməyinin səbəbkarı birbaşa o Könül xanımı özüdür. Yox, deyir uşağı görməməyi də göstərməmək. Yox, deyirsən mənim qapım açıqdır, sənin qapını başa üstümə. Niyə 2 gün uşaq onda qalmamalıdır 10 ay ərzində? Hörmətli vəkil. Niyə yoxdur? Evi təzə tikiblər olar, niyə 4 yoxdur? dənə yanğını mən pükmüşəm. O qardaş ürək eləyib mənə kömək eləmədi. Evi hazırki şəkili var. Qardaş, mən o insanı məsələ Qorxmaz bəy, mən görürsünüz ki, sizin səhviniz onda sizə deyirəm, onun səhvi olanda ona deyirəm. Amma siz bəzi yerlərdə böyük səhvlər eləyirsiniz. Yenə deyirəm, qəyyumluq sizə verilsə belə, verilməsə belə, sizin ixtiyarınız yoxdur ki, siz Bahar xanıma deyəsiniz ki, mənim uşağıma apardı 3 gün, tez saat 6-da gətirməlisən. O sözü deməyə ixtiyarımız yoxdur. Buna sizə heç kəs ixtiyar verməyib. Onun da nəvəsidir. O da aparıb gəzdirməlidir. Siz də aparıb gəzdirməlisiniz. Əgər belə olmayacaqsa, elə uşağı verin dövlətə və salam bundan da bitsin də söhbətdə. Fatma xanım, hər kimizə mən axırıncı dəvə deyirəm. Qorxmaz kişi, sən o xanımın onun hüququnu pozursan. Bəli. Sənin də hüququnda uşaqla ünsiyyətdə olmaq eyni dərəcədə onun da hüququdur. Sən onun hüququnu poza bilməzsən. Bir insanın hüququ o yerə qədər ki, digərinki başlayır. Bəli. Oradan o yüzden sən keçə bilməzsən. Dostlar, belə deyəcəyik. Bir qısa reklama biraz dostlar, biz tez çıxaq qayda. Çünki o biri blokumuzda necə? Hə, ona görə deyirəm, gələndə də o məlumatları verəcəm və zəngdə qoşacağıq. Burada Leyla xanım da var. Onun da məsələsi var, avtomobil bir cinayət hadisəsi var. Ona görə tez çıxaq, amma tez də qaydaq ki, son nəticə olaraq məhkəməyə gedilsin deyənlər var. Məhkəmə də ki, ən azı bir 3 ay çəkəcək. Bir qısa ara verək. Bəli, çox təəssüf hissi ilə deyirik ki, bugün bir uşağın məsələsi də və mənə şəxsən Instagramda yazılan mesajlar arasında həqiqətən burada səslənən cümlələr də var ki, nə oldu? Yəni bu qəyyumluq söhbəti ortaya düşəndən sonra niyə vaxtında Qorxmaz bəygil 1-ci, 2-ci ayında bura demir ya? Yəni ümumi olaraq deyirlər ki, səs-küy eləmirdilər. Qorxmaz bəy də şifahi olaraq gedib, təbii ki, ünvanları da düzgün getməyib. O dediyi düzdür. Yəni Sabirabadda ona deyə bilərlər ki, prokurorluqda ki, iş bizdə deyil. Çünki mənə də o cavab verilib. Yəni mənə də verilən cavab odur ki, iş Sabirabad prokurorluğunda deyil. Amma Sabirabad hüquq mühafizə orqanları da ictimailəşmiş bir məsələ çərçivəsində bu evlə bağlı lazım addımlar olar. Baxın, bir yanğın hadisəsi olub və 4 nəfər ölüb. Vaxtında normal araşdırma gedərdisə, vaxtında bu işlə bağlı hər iki ailə ilə görüşüb, bir ağsaqqal olaraq 4 nəfər ölmüşdü. Mən sizə bir söz deyim mi? İndi rayonun adını deməyəcəm, amma bir icra başçısı var ki, belə hadisələrdə şəxsən 3-7 mərasimlərinə kimi yas yerlərinə gedir. Yas yerlərinə özü gedir ki, kəndimin, elmin, obamın bu cür faciəvi bir hadisəsi olub. Bir ağsaqqal olaraq gedir də, yəni deməyim odur ki, ağsaqqal olaraq gedir. Eyni qaydada bu Sabirabadda da olsaydı, məsələn bir, nə bilim, hüquq mühafizə orqanlarından mı deyək, icra hakimiyyətindən mi deyək və s. də eləməyin belə hadisələr olub, 4 nəfər faciə. Çox maraqlıdır. Bu faciəyə görə yas yerinə gələn olubmu icra hakimiyyətindən falan? Özümə soruşam. Bəli, Amir müəllim, icra hakimiyyəti gəlmişdi. Başçı gəlmişdi. Bəli, başçı gəlmişdi. Bir-iki rayonlarında bu hallar var. İndi ona xatir ona xatir heç olmasa da, yəni bu ailələrlə mütəmadi söhbətləri onlardır. Dava dalaş da bu yerə gəlib çatmazdı.
Bax görürsən gəlib. Burada gəlib. Mən o Sabirabad'ı bilmirdim. Sabirabad da əlavə O elədi. gəlib, müəllim gəlib. Ha, Allah canı Gəlib sağ iştirak olsun. edib gedib. Yəni faciə də bu. Hadisəni eşitdiyi gün gəlmişdi. Lap tez həmən günü Eşitdiyi gəlmişdi. gün. İcra hakimiyyəti. İcra hakimi. Bəli, başçı Bəli, gəlmişdi. Ha, Sabirabadın icra Sağ hakimiyyəti olsun bizim gəlmişdi. evimizin tikilişinə də Gəlmişdi. 1000 manat köməklik göstərdi. 1000 manat. Bəli. Ona da şey imişlər demişkən, mıya da şükür. Bəli. Yəni o sağ olsun, sağ olsun. Təəssüf ki, başçı gəlib çox sağ olsun, amma o başçının aparatında bir qayyumluq komissiyası var. Onlar o uşaqla maraqlanmayıblar. görünür. Maraqlanmayıblar heç. Demirsiniz onlara, qoy soruşaq, hə Bahar xala. Yox, siz yox. Qəyyumluğa getmisinizmi icra hakimiyyətində? Deyib get falan Yaxın tut. Gətirin. Hə də məsələn plan sənədləri. Hə ondan sonra dayılarına başımız qarışdı, falan da dalıcan getmədik. Sülh bir şey olaraq bu işdə sülhü nədə görürsən? Necə eləyək ki, bax əvvəlki bir vəziyyətiniz olsun heç olmasa? Hə? Nə məsləhət görsən bir şey olaraq? Nə təklifin var? Bəlkə o təklif elədi ki, bu gün burada O uşaq qarşılıqlı böyüsün. biz də onu istəyirik. Amma qayyumluq Qar sizdə. xanım da istəyir onu, amma Qayyumluq deyir ki, bizdə Onlar olsun da. istəmir qəyyumluğu. Onlara da sual verin hələ. İstəyir onlar. Mən qayyumluğu istəyirəm bu şərtlə. Kartına stop qoyulsun. 18 yaşından Yox, sonra sən pulu nəyə görə yığılsın. istəyirsən? Ondan sonra istifadə olunsun onun Hər puluna. ikinizin yerinə utanıram Nə ki, qararım? elə Mən sənin də, onlara- onun da yerinə utanıram ki, Bəli. bir uşağın taliyi qalıb ortada, hər ikiniz qəyyumluqda, bilmirəm o məbləğ nə qədərdir, Allah heç kəsə Heç nə. qismət eləməsin. Amma Qayyumluq- sadəcə ona qayyumluq ayıbdır. Qayyumluq təkcə- pulu deyil, o Qayyumluq qayyumluq təkcə məbləğ Rəfah xanım. Kartı stop qoyulsun, O eşitmədin. mənada stop Məbləğdən yox. O getmirsən. mənada stop yox ey xanım. Qay- O puldan heç kim istifadə Başa edə düşün bilmir. ki, Onda belə. qayyumluq Olsa uşağı bir məktəbə aparmaq var, uşağa sənəd almaq Yox, var. üstə gəl o yetimlik pulu alacaq. O qədər pul almayacaq. Uşağın məktəbi var, uşağın sənədləri var, uşağın təhsili var. Qayyumluq bu deməkdir. Bizdə yaxşı 2 mərtəbəli məktəb var. Hadi qoy 8-lə qədər orada oxusun, 10-11-də gəlib sizdə Yox, oxuyun. onlar uşaq oxudan döyür axı. Oxudan döyür. Vallahi onlar uşaq oxudan döyür. Mənim uşaqlarım Rəfah xanım. Görsən Amil müəllim. Ali təhsillidir. Mən uşaq hamısı. O biri nəvələrin yaxşı oxuyur. Onlar da oxuyur. Onları da gətir, onlar da orada oxusun da. Onları onu ona niyə Rəfah xanım, qaçsın? düzgün yanaşın. Əsas odur ki, adam öz övladlarını Allah. oxuturub, Bu cür heç əsası var, düzgün yanaşmaz. düz deyil. Ay bala, onun da məktəb var da kəndə 8 il idi, qoy oxusun orada. Aşkınız, o da deyir ki, oxutduran olsun öz övladını oxuturar da vaxtında. İki Hə. sinif Ay oxutur. müəllim oxutmuşam oğlumu. Amma bu Oğlum uşaqlar oxuyur. ali təhsil alıblar. Siz ali təhsillisiniz məncə. O Ay, qadın harda- özü ali təhsillidir. Ay, o Uşaqdan danışır, örgənin, valla yalan deyir. O oxumuyor. Yalan deyərsin. Uşaq sonra- Ay Könlü xanım, yalan deyirsiz. Yekələnsin, sonra Deyən oxuturasın. görüm, dayanın, müəlliməsiz. Yox, müəllimsiz. Örgəndə bundan. Amma Yox, təhsiliniz mən. denən diplomun var, diplomun denən var. Deyir də işte, deyir diplomum var denən. Görkəz. O mənə dedi ki, məni Siz atam... gör, hər şeyə şübhə ilə Babam mənə dedi. yanaşırsınız. Hər halda əmələ gəlmirsə ancaq məhkəmə ilə, bir də Mən getmişəm, ki, Bahar xala, imkan da vermişəm, 4-ündə. Bahar xala. Konkursa düşmüşəm. qoy Fövqəladə Allah Nazirliyi bu yaxınlarda rəyi versin. O yalandan da. Mikro, yox, rəyi versin, rəyi. Görək ev nədən yanıb konkret. Hə. Bəlkə doğrudan da deyəcəklər burada bir cinayət var. Bəlkə doğrudan da bu rəy gələcək. Nə oldu? Mən hansı günahım var ki, Fatma Nə xanım? mənada, yəni səhvdən Günahım deyəndə boynuma almağı öyrən. Mən nənənin prizmasına Yox, sən Aqil müəllimdə nə səhv gördün ki? Amil müəllim bir dəqiqə Yox, olar. Aqil müəllimə deyirsən Əgər günah onun eləyirsən. fikrinə, Aqil məndə bir xüsusiyyət var. Onun fikrinə əgər sən əks gedirsənsə, sənlə başlayır Hansı aqressiv fikrinə? danışma. Amma bu düzgün Hansı Nə deyil. dedi yazıq Aqil müəllim? Hansı fikrinlə? Mən əvvəldən demişəm ki, nənədir, o da görmək haqqı var, onun da görmək haqqı var. Onu deyirik də. Amil müəllim. Yox, Yox, siz mən bir dəqiqə. hansı günahım var, hansı günahım var? Günah o mənim. Mən Deyil belə də. başa düşdüm Fatimə xanım da Siyasi demək Fatimə istədim. xanım, Vəfa xanım da səhv axtardı Aqil müəllim. Siz deyirsən Vəfa xanımı müdafiə etmək üçün Aqil Bəli, müəllimə. onun qahamara çıxıb, siz ona rəfiqəsiz, lap yaxşı. Onu mənə Sən nə getmə burada söhbət. Niyə müdafiə Fatima edirsən? xanım, Özün siz dili yoxdur, ekspertsiz, ağzı yoxdur, özü siz psixoloqdur. Cavab Vəfa verə xanım da bilmir. mən də. Mən icazə alım, icazə birinci dəfə icazə verin mənə. Qulaqlarına deyərəm ki, bu sözü deyim, deməyim. İcazə versən sonra səsləndirim də onu. Bax belə çıxır. Nəyi? Ümumi məntiq belə çıxır ki, əvvəlcə qulağa pıçını deyir ki, bu sözü Nə deyim, istəyir Vəfa deməyim. xanım səndən? Vəfa Vəfa xanım xanım deyir ki, sən dəqiqə başı onda sərki verir ki, indi bunun yoldaşına ayrılıb da, bu ayrılmaq qəbahət deyil, damğa deyil. Məhkəmə də uşağı verir bunun yoldaşına.
bu Ruslanın qəbahəti deyil axı. Dəqiqə başı ona deyir ki, o uşaqdan danışır. Deyir ki, sən uşağıma niyə çıxmısan? Psixolog belə danışmalı Yox. deyil. Psixolog belə danışmalı Əgər deyil. elədirsə, deyirsən ki, burada ekspertin sözünə fikir bildirməməlidir. Hamımız ekspertik, sözümüzü deyirik. Siz niyə onda Vəfa xanımın sözünə müdaxilə edib onun sözünü? Fatimə xanım, incimi, sizlə mübahisə edə bilər. Sizin qədər bu da sözlərə müdaxilə ikinci bir ekspert tanımıram. Ondan bir dəqiqə. Deyil, psixolog belə Bu danışmalı gəl deyil. danışıq qoyun tarixçəsi. Mən sizin qədər ikinci bir müdaxilə tanımıram. Çox İnciməyin mən. dəyərli alim, Mən jurnalist. alim deyiləm. Mən sadə bir vətəndaş kimi çıxışım. Yox, sizə Dəqiqə başı Dediniz alimlik. ki, psixolog belə danışmalı deyil. Mənim dediyim Əlbəttə odur. deyil. Dəqiqə başı onun keçmiş cavab həyatını versin. o adam gəlib bu uşaqdan bir ötürü dəqiqə bura. qulaq as. Siz elə deyirsiniz, mən prosta səsimi qaldırmaq, dava şava istəmirəm, amma dinlə məni. Mənim dediyim budur ki, öz evladına örnək ata olmayan kişi başqasının uşağını saxlaya bilməz. Qutardı getdi. Kişi istəmir, nənə istəyir uşağı, nəvəsi Nənə də yaşlıdır, hə? Nənə Siz də keçmişi yaşlıdır. öz evladına kim deyir ki, baxmamışam? Sizin əlinizdə dəlilli sübut Ay var, baba xanım, baxmamışam. nənə öz nəvəsi. Yox, sizin əlinizdə sübut var, mən baxmamışam öz evladıma. Nəvənin üç oğlu var, 3 uşağı var. Var, kim deyir ki, baxmamışam? Baxa bilirsən. Bəli, Yaxşı, baxıram da, aydındır. kim deyir Aydın, baxmıram. gözlə, bayaqdan Mən ayrılmışamsa konuşmadınız. aliment Vəfa verirəm, xanım. başqa nə etməliyəm Vəfa ki? xanım. Dövlət ona verir, Bir dəqiqə, məhkəmənin ona Ruslan, verir, verirəm də alimentində. Qardaş ona verib məhkəməyə. Bəli. Anan hava sumka dolu o uşaqları tamam. ziyarətə gidib. Mənə də görüm. Onun saçın yolu, sizin ondan xəbəriniz var. Deməli bunlar Həyatda sakit bunu edir. sürütmə eləyib o. O videonu verin O də birisi efirə. də saçı Verəcəm, oldu, bu birisi. verəcəm. Bir dəqiqə Amir bənim, bax Yox, burada. yox, verəcəm O sözü. xəstə uşaq var. Bildim. Sağlamları qoydurtdurağa, Qulaq asın. xəstənin Mənə günahı qulaq- Mənə nədir? eşidin, mən eşidin. Bir dəqiqə sakit. Sakit olun. Ruslan, Onun səsini göstərir o. sakit olun. Deyir ki, psixolog belə danışmalı deyil. Mən də psixologda fərqli. Yəni, sənətinizlə onun da bağlı deyir. Bir dəqiqə, psixologda fərqli, onun da hissləri var. Mənim ürəyim ağrıyır. Bir ananın 4 evladı, kürəkədi, nəvələri, qızı yanır, ölür. Burada deyirlər ki, karta stop qoysunlar. Qəyyumluq məndə olsun, uşaq səndə olsun. Burada maddiyyət üzərində mübarizə gedir, uşaq üzərində deyil. Bildim, birinci gündən qalacaq o məsələ. Sən Ləmanın orada bizə səhvlərini göstər. Deyəsən işdə. Vallahi siz onu görsəz. Ləmanın səhvlərini göstərmə bizə. O Ləmanı sevib seçib alan sənsən. Ondan övlad gətirən dünyaya sənsən, mən deyiləm. Gəlin bu məsələni Hər halda dayandıraq. fövqələdəni gözləyəcəyik. Fövqələdəni gözləyəcəyik. Səbirli olun Bahar Bu da xanım. Ləman kimi olsaydı buna bata bilməz. Yaxşı. Mənim yoldaşımla həmin o vaxt deyil. Yaxşı. Mikrofonsuz qalmısan Bahar xanım. Dedi oğlum onu gətirmisən, o bizə lazım deyil. Mınla gediblər, mınla gediblər. Rəhmətli Bəldiyə. Ağasəv kişi o vaxt mənə dedi, şofer kimi Bununla mənim gediblər. maşınımı sür. Mən də sürüb. Yo, yo. Nəysə bu söhbətlər Getmişəm. xahiş Sonra da edirəm. ailəsinə Xahiş barışıb, edirəm. Qorxmaz boşanmayıb. bəy, Bahar xanım xahiş edirəm. Ruslan Xahiş barışdı, edirəm arvadından Ruslan. boşanmadı. Mən gözləyə Fövqəladə Hallar Nazirliyinə o kadrları mən özüm verəcəm. Gözləyirik Fövqəladə Hallar Nazirliyi görə yekunlaşdırsın, bir rəy versin, amma qaldı məhkəməyə, yəni ehtimal var ki, uşaq onsuz da bunlara veriləcək, ehtimalı var. Amma yenə də iş sizdən asılıdır, sizin təqdim edəcəyiniz sənədlərdən asılıdır. Orada ananız təkdir. Heç var. Amma oradaydı Qızı uşağın. və qız. O da gəl mən Bakıda olmuşam. Bu da gəlib ki, və Bahar öydə yoxdur. Uşağı ver aparım. O şəhid gəlib bizim qonşuya, şəhid gəlib bizim qonşuya. Gəlib ki, çıxar döydən. Ay Allah. Nəysə, aydındır dostlar, üçlüyə, Allah bu nəysə, vətəndaşın da ölürəm. xahiş edirəm. Mən Bahar deyirəm, xala, öydən xahiş çıxardı. edirəm. Hə? Ona görə gəlin. Mən deyirəm nəvəm öydən çıxsın. Deyir xəbər göndər. Deyirsən də ona açıqlama verdin ki, eləməmişəm də, aydındır. Vəssalam, ver mənə. Səbirli ola, çünki indi yenə də rəy gəldi fövqəladədən. Deyəcəm gedişatda, mütləq qaydada. Amma hər halda nə baş verirsə uşaqlarla bağlı baş verir. Leyla xanıma verin mikrofonu oradan zəhmət olmasa. Leyla xanım, atanızı bir dəqiqə Bahar xanım. Bahar xanım. Leyla xanım işləyir. Leyla xanım, göyə indi orada nəyi axtarırdınız? Bax, mənə o maraqlıdır ki, siz mikrofonları hamı götürəndə əlinə nə axtarır orada? İşləyir. Yox, hamıya aiddir. Buyurun. Ay, Könül xanım, sizə dedim mən. Könül xanım, valla mən sizə demədim. Valla sizə demədim. Yəni ümumiyyətlə kiməsə mikrofon verəndə ki, belə axtarır. Bir şey deyim, ümumiyyətcə qorxmaz çətin adamdır. O kör ona nətər yaşayıb mən bilmirəm.
Bax bu dedi. Bu sizə dedi artıq. Kişinin Bu üzünə cümlə baxanda sizə bilir ki, idi. abır həya var onda. Niyə qaralamısınız? Ha. Ha. Yaxşı, yaxşı. Yaxşı. Söhbəti deyil. İndinin söhbəti deyil o. O indi biz yenə indi o qadını hardan tapır? Elçi gələndə öyrənmişdin onu. Ki onun birinci evliliyi. Hədə indi niyə deyək ki onu? Hə dedi indi o sənə dedi. İndi sən cavansan. Cavansan. Ay Bahar xala, kişi neçə yaşında rəhmətə gedib? 71 yaşında. Allah rəhmət eləsin. Keyfin istəyən kimi. Ay maşallah. Allah rəhmət eləsin. Mənə bax, qulaq as. Bahar xala, Allah rəhmət eləsin. Evdə kimin sözü keçirdi? Onun. Vəssalam. Baba. Yaxşı. Bahar xanım. Yaşa. Elə psixolog olduğum üçün bir dəqiqə elə ona görə deyirəm ki, sizin sözünüz Keçərovdur. Bədən dilini sizə deyir ki, Bahar xanımın dediyi sözün qarşısında söz deyilməyir. Sən bədən hissi o adam deyər ki 90-60-90 olar. Bir dəqiqə səbirli ol. Leyla xanıma keçsə Allah çox xahiş edirəm. Sakit ola. Bahar xanım 1-0 öndədir. Sakit ola dostlar. Yaxşı, aydındır. Ağdaş qızı Ağdaş rayonunun Pirəzə kəndindən gəlmişəm. Ağdaşın harasından? Ağdaş rayonunun Pirəzə kəndindən gəlmişəm. Biləzər kəndi. Pirəzə. Pirəzər. Bəli. 78 yaşlı atanızın ölümü var. Bəli. Dekabr ayında olub. Dekabr ayının 29-da 2025-ci ildə hadisə baş verib. Harda olub hadisə? Pirəzə kəndinin ərazisində. Hardan gəlirdi atanız? Mənim atam heç kənddə elə evə gəlirdi, əzan verilirdi, namazını qılmağa gəlirdi. Aha. Əzan vaxtı idi. Maşın, Ağdaşdan gələn maşın Məmmədov Tərlan Teymuroğlu. Aha. 25 yaşında cavan oğlandı. Ali təhsillidir deyirlər. Yolun Ağdaş tərəfdən gələndə sağ üzü ilə gəlirdi. Amma mənim atam yolun sol üzü ilə qıraqla gedirdi, piyada gedən bir yerdə. Görmüşsünüz kadrları yoxsa necə? Xeyr, kadr yoxdur. Mənim atamı, onu görənlər də deyir, mənim atamı sağ tərəfindən vurub. Amma Amil bəy, o yolun, bunlar deyirlər ki, qarşı tərəf iddia edir ki, mənim atam güya maşının önünə çıxıbdı. Amma maşının önünə mənim atam çıxmış olsaydı, mənim atam sol tərəfindən vurulmalı idi. Amma mənim atam sağ tərəfindən vurulub. Atamın sağ beyni əzilib. Aha. Atamın sağ beyni əzilib. Danışan xanım, Leyla xanımın. Aha, siz davam eləyin. Bəli. Və sağ qıçası sınıbdı. Mənim atam reanimasiyada 25 gün Ağdaş Dövlət Xəstəxanasında reanimasiyada ağır halda, ağır vəziyyətdə canı ilə çəkişib, can verib, axırda da rəhmətə gedib. Mənə baxın, 78 yaşında neçə övladı var idi? Atamın 4 övladı var, 2 bacı, 2 qardaşı. Bəs Teymur həbs olundu yoxsa yox? Teymur yox. Teymur oğlanın atasıdır. Tərlan Məmmədovun atasıdır. Xeyr, heç bir saat da polis onu içəridə saxlamadı. Həmin gün buraxdılar. Tərlanla atanızın arasında hansısa bir qəsdi qərəzli olubmu? Bax, belə, yəni mən olduğu kimi danışıram, Amil bəy. Belə deyim, dinləyin zəhmət olmasa. Həmən bu Tərlan deyilən oğlan, Tərlan Məmmədov, hər dəfə səhər-səhər Ağdaşa işə gedəndə kredi təşkilatında işləyir və axşamüstü işdən qaydanda çox sürətlə kəndin ərazisində, sürət həddi 30 qoyulmuş bir ərazidə 100 ilə 120 ilə maşınla keçib, yəni bu kənd içərisində bunu bilirlər, narazılıqlar var. Dəfələrlə
düşüblər, dalaşıblar da bir-biri ilə, bir-birinə şillə də vurublar, həmən tərlan 60 yaşında bir kişiyə şillə vurub. Yox, indi atanızdan danışırıq da biz. Atamızdan danışıram. Mənim atam da ağsaqqal olaraq ona deyib ki, bala bu kənddə bu maşını belə sürmə. Nə olar cavan olanda? Belə maşın sürməzlər. Bax, məktəbin qabağından keçirsən sən. Nə maşını olub? Məktəbdə 11 illik məktəb var, yolun qırağında yerləşir. Maşın nə maşını olub? Maşın 015-dir. 015. Bəli. 15-21 markalı, nömrəsi də 03 BK 832-dir. Bu gün Qara rəngdə maşındır. yox, hər halda qəsd varmı burada düşünürsünüz? Mən düşünürəm ki, qəsd var, bəli. Çünki həm o prezəllərlə, o kəndçilərlə ki, onun elə pis münasibəti olub. Buna Vallahi nə deyiblər bilim, ki, 78 yaşlı kişinə nə qəsdi qərəzli olar ki? bəs yolun bu üzündə Amil bəy niyə keçib onu yolun bu üzündə vurubdu? Sağ üzündən getdiyi halda. Bəşimiz tanış olub da işlə, hə? Sağ üzündən getdiyi halda maşın Ağdaş tərəfdən gələn maşın yolun sağ üzü ilə getdiyi halda, mənim atam yolun solu ilə getdiyi halda, evinə gəldiyi halda niyə vurubdu? Niyə vurubdu? Gəliblər niyə bu işə yasa baxırlar? gəliblər. Hüzür yerinə gəlmək nəyi həll eləyir ki? Nəsə bir yardım eləyiblər. Heç nəyə yardım eləməyiblər, nə də mən onlardan yardım qəbul eləmirəm. Yəni mənim atam yardımla eyniləşəsi bir adam deyil. Mənim atam mənim atamdır. Mən atamın haqqını tələb eləyirəm. Bildimmi, burada qəsdi necə görürsünüz ki, biz sübut Yəni lazımdır. niyə keçsin yolun o üzündən bu üzündə vursun adamı? Yəni siz nə demək istəyirsiniz? Əks istiqamətə çıxıb demək istəyirsiniz? Əks istiqamətə çıxıb bəli. Aydınlaşdırsınlar. Məni Baxdı sənətə. Sənətdə yazılıb belə bir şey. sənət Rəy- heç kim mənə göstərmir. Hörmətli vəkil. Siz nəyə əsasən? Mən sənədi vəkil deyiləm. Yolun bu üzündə vurduğu üçün. Yolun bu üzündə. yox, Mən indi Vaqif müəllimə də müraciət edəcəm. Deməli, Mənim atamı yolun bu üzündə vurduğu üçün, sol üzündə Deməli, vurduğu üçün. Ağdaş Sənədi polis mən rayon- təqdim eləmir axı. Ağdaş rayon polis şöbəsində cinayət işi açılıbdır. Xanım dərhal müraciət eləyibdi ki, zərər çəkmiş şəxsin hüquq varisi kimi tanınsın. Bu günə kimi tanımayıblar. Heç cürə. Bu günə kimi də ona nə imtina vermirlər ki, adam məhkəməyə müraciət Bəli. eləsin. Məhkəməyə müraciət ərizə yazıbdır. Bəli. Məhkəmə ərizəni qəbul edib işə baxmaq əvəzinə Ağdaşda. Mən deyirlər Ağdaşda. get polisdən imtina ərizəsini gətir. Məhkəmə ərizəni qəbul edib işə baxmaq əvəzinə vaxtında deyir ki, sən get polisdən imtina gətir. Qanunvericilikdə belə bir şey nəzərdə tutulmayıbdır. Qanunvericilikdə nəzərdə tutulan odur ki, adam polisə hüquq varisi kimi, yəni istintaq orqanına hüquq varisi kimi tanınması barədə müraciət elədikdə dərhal ya o tanınır, əgər arada başqa varislərlə, başqa şəxslərlə hansı ki tanınmasını istəyir hüquq varisi kimi ixtilaf varsa, 2-3 ərzə varsa, dərhal imtina verməlidir ki, adam məhkəməyə müraciət eləsin, məhkəmə o şəxslər arasından birini Vaqif müəllim, tanısın. qəsd görürsünüzmü bu işdə? İndi mən o işlə tanış deyiləm, amma bildikləriniz. amma bildiklərimdən bunu görürəm ki, əgər bu adam dəfələrlə deyirlər orada adamların üstə bilərəkdən çirkli su çiləyir. Görür ki, məktəblilər gedir, sürür belə deyək də o qış vaxtı çirkli sudan keçir ki, cəmaatın üstünə belə deyək səpələnsin. Ağsaqqallar bununla ədavət dava eləyirlər, tapşırırlar. Onun əvəzində düşür adamlarla dava eləyir və sonra da 102-yə yığılır. Və bu kişinin də onunla, bu rəhmətliyin də onunla ədavəti olub bu barədə. Deyib ki, yəni bu kəndin içində sən bu hərəkətləri eləmə. İndi görünür, mən belə fikirləşirəm ki, bəlkə də öldürmək yox, yolun bu tərəfindən o tərəfinə, bu getdiyi yerdə üstünə niyə sürürsən ki, sən sürüb ola bilsin ki, bunu qorxuzmaq istəyib. Amma biz, ola bilsin ki, yox, üzr istəyirəm Vaqif müəllim. Ola bilər ki, yaxşı, burada siz dediyiniz məsələlərdən indi özləri yox, danışacağıq mütləq qaydada. Yəni, davam edəcək bu mövzu. Sadəcə fikir olaraq bildirirəm ki, ola bilər onu görəndə bir aqressiyasını göstərər, azıcıq da bir qaz verər, bir əyləcə sıxar. Amma mən durum 78 yaşlı kişini öldürüm. öldürmək niyyəti inanmıyorum. Niyyətinə. Bəlkə İncimin, mən hər şeyə açıq sual verənəm. Bəlkə pul istəmişsiniz, razılaşmamışsınız o pulla ki, barışıq üçün. Yox, əksinə onlar barışmaq istəyirlər. Verdikləri bəlkə pul narazı salıb sizi. Yox, çünki burada qan pulu deyilən bir şey var da. Təklif ediblər sizə. Pulu ilə yaşamamışam. Yox, mən o mənada demirəm. Burada qan, baxın,
bir çox ölkələrdə, məsələn elə qonşu İranda, Amil bəy. belə olan halda orada da qan pulu keçir, orada Amil rəsmi bəy, də özdə. Qan pulu bilmirəm mən qan pulu. Heç bilmək də istəmirəm mən qan pulu. Bu dövlətin qaydası var, qanunu var. Lap adını ehtiyatsızlıq qoysalar belə, yəni sürücünün adam öldürməyinə. Ona 3 il, 5 il iş verəcəklər, o da çöldə olacaq. Çünki məntəqə tipli Niyə də... çöldə olsun ki? Ona görə də bax nə qədər maşın hadisələri baş Yox, verir. baxın, mən sizə deyim də, biz görürsünüz cümlənin qəşəng başladınız ki, qanun qayda var. Əslində indi Bəli, qanun qayda var da. Ona verəcəklər 4 il məsələn, 11 ay, 20 gün. Amma deyəcəklər məntəqə tiplidir. Get işdə, gəl axşam bir imza at, çıx get. Hə, ona görə mən lap elə verəcəklər deyə mən bağışlamalıyam onu. Amma burada hər sizdə bir xarakteri var. Mən elə gəlir ki, siz nədən əsəbisiniz? Niyə əsəbi? Ata ölmə ayrı, ata ölmə ayrı. Hörmətsizlik eləməyiblər axı, sizə hüzrə də gəlib də o adamlar. Hörmətsizlik eləməyiblər axı sizə qarşı. İndi olub Yəni biz daha empati hadisə də baş qururuq, verir Leyla də. xanım. Mən bura dərdimi Yox, danışmağa bildim. gəlmişəm. Yox, hep başa düşünək. Bax indi qoşulan kimi, bax indi biz onları dəvət eləyəcəyik. Deyəcəklər pul dedi, Leyla xanım bizə çox pul dedi. Mən sizi onları qabaqlayıram. Birinci dəfə deyil Leyla xanım burada oturub. Onların Allah Leyla olsa, xanım kimi insanları çox mən görmüşəm. onlarla nə danışmamışam, nə pul qədəri deməmişəm onlara. Hə, vəssalam. Allah olsa. Amma inanın ki, bu cümlə olacaq burada. Olsun. Mən də onu qabaqlayıram, O qədər səhv danışanlar önləyirəm. var ki. Xanım, Elə bircə burada da dəqiqə, görürük. sizə heç müraciət elədilər mi? Sizə bir dəstək olaq, hüzürü yola verək, yəni bir hadisədir baş verib. Belə bir hadisə, belə bir söhbət oldu mu? O şeylər hə, mənə gəlib çatıbdı deyiblər. Yox, nə olmalıdır ki? Niyə mən Yəni atamın olur da, huzuruna özüm xanım, yola bax verə biz bilmirəm ki? hamımız başını Nəysə, sürürük. gələcək. Rövşən bəy, qısa deyin. Yox, mən atamın huzuru... Siz bu qədər işlərə belə haqq qazandırırsınız. Yox, Bir şey deyim, Amil müəllim. Niyə belə Məsələ odur ki, xanım əslində qalsa haqsız deyil. Haqsız deyil, haqlısan hep başdan ayağa. Kiminsə atası, kiminsə yaxında rəhmətə gedirsə, əgər kimdənsə şübhələnirsə, nə olsun o cavandır, o yaşlıdır. Cavandır deyə yaşını öldürməlidir. Bəs Onu onu görməzdən deyirik ki, o gəlməyək. zəng el- indi biz onu İkincisi dəvət deyir eləyirdi, ki, deyir ki, pul tərbiyəsiz istədi bir məndən. insandır. Məsələ odur. Deyir ki, nə qədər o insanlar Beləsindən incidir. nə olsun O ki? incidirsə Avtomobilin sabah nömrəsini, başqaları Rövşən bəy, üzr incitməyəcək. istəyirəm, avtomobilin nömrəsini bir də deyim. O görə orada nə şikayət gəlir? PK 832. PK Bəli. 832 Bəli. 03 ilə. Elə Ağdaş nömrəsi də bu. Bəli, Ağdaş nömrəsi. İndi qulaq asın, hörmətli Vaqif müəllim, biraz vaxt baxımdan aydındır dostlar, çıxaq və bir məsələ var. Ümumiyyətlə deyirik, doğrudan da bu cür halların dəfələrlə şahid olmuşam ki, gənclərimiz, elə həmyaşlılarımız bir balaca ətrafındakı insanlara güvənərək atdıqları addımlar sonradan bax bu cür faciəyə gətirib çıxardır. Sən yaxşı maşın sürürsən, sən əlasan, sən avtoşsan və s. kimi cümlələr bax sonda bu ölüm işinə gətirib çıxardır. Və burada da valideyn nəzarətsizliyi var. Qarşısı da alınmalıdır. Leyla xanım, söz verəcəm sizə, gözləyin. Valideyn nəzarəti olmadığı üçün baş verir. Hər cinayətin arxasında bir nəzarətsizlik var. Valideyndir, bir balaca Bakıdan kənarda qoy oğlum getsin, tək qalsın, qoy qızım getsin, tək oxusun, məsələm deyir amma yenə də nəzarət olmalıdır. Mütləq qaydada nəzarət olmalıdır. Oğullara nəzarət eləmirlər, Allahın olsun, işləyir, başını salıb aşağı, bildiyin o yanlış yoldadırlar. Sonra çox gec olur. Bax, buradan elə ümumi olaraq deyirik, indi başınızın altına yastığı qoyub yatırsınız ki, mənim oğlum orada işlədi, mənim oğlum filan şeylə məşğuldur, gör, harada işləyir deyə. Bir gün ayılacaqsınız ki, oğlunuz yoxdur. Yəni, var amma yox kimi bir şeydir. Deyir, indi 2 nəfər, 3 nəfəri öldürsəydi, məsələm deyirik, indi bu oğlan Tərlan, İraq olsun, indi birbaşa dəmir barmaqlılar ardındaydı. İndi hələ ki bir nəfərdir, ehtiyatsızlıq söhbəti var. Mən amma bunu ümumi olaraq deyirəm ki, nəzarət olsaydı, nəzarət, bir qorxu olsaydı, deyirəm bu yaşda belə açıq deyim, saat 11 olan ki, mənə zəng gəlir ki, haradasan? Yəni, mənim hələ bu halımda, bu vəziyyətimdə də lap belə çıxmasın, azdan çoxdan tanıyırsınız. Amma indi valideynlər də var, buraxır, əsas da bu dəqiqə valla daha çox oğlan uşaqlarıdır ki, nəzarətdən buraxdınsa gedir. Buraxdınsa gedir ha. Ötən həftələrdə qızlardan danışdım. Amil bəy. İndi də oğlanlardan danışım. Buraxdınsa gedir. Mən gələcəm sizin söhbətə. Araşdırma eləyəcəyik. Dedim, axı buradasınızsa. Mən bir kəlmədə söz deyim. Deyəcəksiniz də, imkan verin mən sözümü deyim, narahat olmayın. Siz bir dəqiqə içində Fatimə xanım bir fikir bildirdi. Ona tez aqressiya göstərdiniz. Mən artıq təxmin eləyirəm nələrin şahidi olacam, amma yenə də deyirəm. Mənə pul lazım deyil ki. Bildim də o fikirdir bildiririk. Başa düşdünmü? Amma mən bu fikri sizə ümumi olaraq deyirəm. Tək sizə aid eləmirəm ki, oğlan da başlı başına buraxanda, şəhərdəki bu qəzaların əksəriyyəti elə 20-25 yaşlı uşaqlardır bu qəzaları törədənlər. Hamısında valideynləri rayondamı, Bakıdan kənarda, qəsəbədə. Oğlum dedi, gedim tək qalım, tək idarə eləyim, işləyirəm, özüm öz ayağımın üstündə dururam və s. Amma yenə də deyirəm, bir gün ayılacaqlar ki, oğul yoxdur ətrafında. Qurşanıb, gedib, gec olacaq.
laf belə 100 mərkəz də olsa, 100 belə həkim də olsa, loğman da olsa, laf belə deyək, yenə də çarəsi olmayacaq. Ona görə də bir balaca valideynlər həm burada baş verənlərdən bir örnək götürsünlər, həm valla bu ümumi olaraq baş verən hadisələrdən bir örnək götürsünlər, bir nəzarət eləsinlər, bir zənglə iş bitmir ki, zəng elədim, əsas odur, səsini eşitdim, bir zamanda gələcək, o telefonlarınıza cavab verməyəcək. Bax, belə halda var. Zahir doktorun əlaqə nömrəsini göstərin, dostlar. Yaxşı, ad günləri deyim, sonra Təvəkkül müəllimin nəvəsinin ad günüdür. Təvəkkül müəllim yox. Nə idi? Təvəkkül müəllim də, düz dedim də. Hə? Təvəkkül müəllim, nədir uşağın adı? Ləman işləmir. Ləmanı işləyir. Ləmanın ad günüdür. Neçə yaş olur? Tez-tez deyək. 14 yaşı. 14 yaşı. Allah saxlasın. Atasının, anasının adı nədir? Əminə xanım İslam bəy. Əminə xanım İslam bəy. Salamatlıqdır Təvəkkül müəllim. Bir təhsən eləmiş. Hər şey qaydasındadır. Hər şey qaydasındadır. Çox sağ olun. Allah canını sağ eləsin. Anarın Allah, atasının da təbrik edirik. Birinci gün geniş təbrik edəcəm. Anarın da atasının ad günüdür. Sahib kişini də salamlayırıq. Allah ömür versin. 61 yaşı olur. Evində qonaq olmuşam. Anarın atasının doğum günüdür bu. Təbrik edirik. Təbrik edirik. Sahib həkimi. Stomatoloqdur Anarın atası. Təbrik edirik. Allah ömür versin. Bax belə. Bir də ki, bəli. Tez-tez deyək. Rəhmətli akademik Tofiq Hacıyevin 90 illiyi olur bu il. Dünyasını dəyişir. Allah Bütün rəhmət Azərbaycan bir dilçi ordusunun, Uzun Türkiyə Geografik Kafedrasının müdürü olub, Süjeti dilçi çıxasınlar. ordusunun müəllimi olub. Allah ona qəni-qəni rəhmət eləsin. Bugün haqq dünyasındadır. Allah rəhmət Və eləsin. mən buradan siz qısa dediniz, mən bütöv deyirəm. Hə. Çünki elə insanlar Kəsirlər efirimizi, dostlar. həqiqətən böyük demək lazımdır. Mən doktor sahibi təbrik edirəm. Niyə? Çünki bu tərbiyədə, bu ağılda, bu formada cəmiyyətə övlad Oyuna yığışaq yetişdirir. inşallah. Təbriklər. Salamat qalın. Birinci gün görüşəcəyik. Sabah xoş gəldimin yenilənmiş buraxılışı var 11:40-da. İzləməyi unutmayın. Salamat qalın.